Ürəyimin başında adın yazılıb vətən. Özüm elçi daşında, bəxtim qız olub vətən. Düşünmə bəxti çəməm, düşüncəmdə ökəməm, qurulmamış məhkəməm, qəbrimi qazılıb vətən. Qəbrimi qazılıb vətən. Güdazına dirinin, getsə sarı gəlinin, dərd eyləmə nə olar? Bu dünyadan dərinin biri azalıb vətən, biri azalıb vətən. Salam əziz eşidənlərimizə və sayın dostlara. Şənbə günü 26 mehr 1404 bərabərdir. Oktyabr ayının 18-i Təbriz vaxtı ilə 21:30. 48-ci təxəssüsü bərnamələrimizdə Azərbaycanın millətinin köklərinin araşdırılmasının 4-cü bölümündəyik. Amma bu cələsənin mövzuları Su ilahisi mövzusunun davamı. Dağ və onun Azərbaycan xalqının axtarışçı ruhundakı rolu. Üçüncü konu, hayat ağacı anlayışı və ona olan inam. Dördüncü, at və onun müqəddəs sembolik rolu. Və sonuncu bölüm, Umay və Zümrü quşu haqqında təsəvvürlər. Xoş gəldin deyirəm sayın ustadımıza. Buyurun, mayk indi sizin xidmətinizdədir, sizə eşidək. Məmnun. Eryar Bey ve aziz yoldaşlar salam. Gecəniz xeyir olsun inşallah. Hem Kimya Hanım, hem Radyo Haray'da çalışan Özgür Bey ve bütün yoldaşlar için bu imkanı yaratdılar. Biz 48-ci cələsiyə yetişdik. Qabaqcan dəfələr demişəm ki, biz ilk insanlarıq, yəni ilkin insanlarıq. O ilki başlarıq, 2000-ci də qallıq, 3000-cüsünü heç ardın tutmarıq. Və heç hərəkət dünyada yoxdur ki, əgər bunun müdaviməti olmasa nəticə verməyə. 48-ci bölümdə biz etnoqrafini idamə veririk. Mənşəşinaslıq ya farsda deyirik qovmniqari. Budur ki, biz həm tayfalarıyıq ki, o milləti təşkil verirlər, onları tanıyaq. Həm bunların yaşam tərzləri, nəcüsünə yaşayırlar, fərhəngləri ya adab-ı sünənləri nəcüsünədir ki, bu quruh insani, yəni biz Azərbaycanlılar ki, böyük bir xalq, yəni dil quruhundan Türk xalqına bağlıyıq. Bu Azərbaycanlıların fərhəngi hangi qrupdandır? Əlbəttə mən qahən görmüşəm də bizim yoldaşlar ki, cavandırlar, çəncəlirlər bu farslarla ki, onlar əlbəttə farsların hamısı ki, yox, onlar ki, nicatsıdırlar. Onlar deyirlər siz fərhəng kəlməz yoxdur və əgər kültür də işlədirsiniz, kültür culturedan gəlir və culture da kişavərzi kəlməsindən, əlbəttə Fransızdan rişə tapıbdı, gəlibdi. Və əlbəttə fərhəngə də baxanda fərhəng də bir yeni bir kəlmədir. Fər, yəni qabaqda gedən, həng də ki, yəni o ləşkər, yəni önündə gedən. Pəs bu da rəbti yoxdur. O məfhum işi biz adab و sünən و bilmirəm alqışlar, ayinlər, oyunlar, bunların heç birinə irtibatı yoxdur. Amma onu seçiblər. Necə ki culture ya əkinçiliyi seçiblər. Heç yəni dildə buna bir ümumi bir kəlmə ya ünvan yoxdur. Dil qurumu da Türkiyədə ekin intikhab eləyib. Çox düz intihabdır məncə. Bu da əkinçiliyə irtibatı var. Fərhəngə ekin deyibdir. Pəs yoldaşlarımıza deyəndə ki, yoxuzdur, onlar da eləyə bilərlər çox rahat ekini seçsinlər. Və təməddün yoxuzdur, xub təməddün modundan gəlir. Modun ərəbi bir kəlmədir, şəhərnişini irtibatı vardır. Və ittifaqən farsda bu yoxdur. Türküdə uyğarlıq adında bizim bir lüğətimiz var ki, tam elə bu məfhumu göstərə bilir. Bu mənşəşinaslıq 4-cü bölümdə və biz gələn cələsə 5-ci və son bölüm olacaqdır. Yetişirik ümumi surətdə inanclarımıza. Keçən cələsədə bu mövzuda danışdıq, amma ara sıra da bu tayfalardan da bəhs olunacaqdır içəridə. Özünüz bilirsiniz, bu zamanlar ki biz indi soğur, yəni bu demək olar 2 il, məxsusən bu 2-3 il əxir Azərbaycanda bir inqilab
ərəbi bir kəlmədir. Alt üst olmaq bizim öz dilimizdə bu cürsünə deyə bilirik. Yəni digərguni, təhəvvül. Bir təhəvvül üz verir ki, biz bunu çox aydın və aşkar görürük. Məsələn, siz baxın keçən həftə 40-50 nəfər daruğə şagird deyirlər də, türkçədə darğa şahid deyəndə, yəni şagirdi ki, daruğiyə işləyir. 50 nəfər bu darğa şahidlərdən bir xiyabanlarında Urmiyənin tökülmüşlər eşiyə. Görün nə qədər həssasiyyət var idi bizim mədəni camiəmizdə, bizim aydın fikirlərimizdə, peyzlərimizdə, saytlarımızda. Ya traktor pədidəsinə baxaq, ya bu kitablar ki, dalbadal çap olurlar, ya bu nümayişlər ki, indi bilirsiniz, axı qədim nümayiş qoyardılar. Mən gedərdim də, bu nümayişlərə gedərdim, teatrlara gedərdim. Xarici görərdiniz bir nümayişnaməni götürərdilər, onu icra edərdilər. Bir tədad da söyərdi gedərdi. Sonra get-bəcet bu ronaqdan düşdü və bunlar gördülər ki, gərək bu nümayiş əhli gördülər, gərək bir işi görərlər. Və gördülər ki, iqbali ki, mərdumun öz varlığına, kimliyinə, hüviyyətinə vardı, bu ovuc alıbdı. Həmsu, yəni bundan tuş, bizim uyğarlığımızdan tuş, bu inqilabi ki, üz verir kimlik bəhsində, hüviyyət bəhsində, bunlar gəldilər. İndi siz bütün nümayişlərə baxın. Türk adları vardılar, bütün şəhərlərdə. Yəni eləyə bilməzlər əslində bir xarici bir nümayişi qoysunlar. Çünki bilirlər ki, bir özləri gedəcəklər, bir teatra gedən, yəni teatr oynayanlar özləri baxacaqlar buna. Amma ümumi mərdumdan bir qisməti çəhmağa bu gərək bəzəkli, düzəkli olsun, bunun gərək rəqsi olsun, bunun gərək türkü əsil danışsın, türkü əsil giyinsinlər. Və bu bais olubdur ki, indi bizim nümayişlərimiz, musiqilərimiz, filmlərimiz hamısı gəlib bu nehzətə. Nehzədir ki, mən türkəm adı qoyuram buna. Yəni bu nehzədir ki, indi balıq da başını qalxızır sudan deyir ki, mən türkəm, Azəri dədəndir. Ya qarşı tərəfdə də görürsüz tərəf şeytan torlar ya haman hörümcəklər deyirlər yox sən Azərisən qeyd Moğolistan əgər türkçəsindən danışasan. Bu naşi az ağahıdır. Naşi az budur ki, bizim millətimiz özünü tanıyıbdır, öz hüququna varid olubdur və deyir, mən məsləhət və sülhlə istəyirəm ki, öz hüququma yetişəm. Ona görədir ki, bir belə də dəavi qüvvə qəzaiyədə şikayətlər olur ki, uşaqların adlarını türkü qoysunlar, dükanların adları bir-bir sönür, türkü olur və millət istəyir ki, o öz özgüvənliyinə, etimad be nəfsə yetişsin. Bizim vəzifəmiz nə mənədir? O ki, indi sizlər zəhmət çəksiniz bu otaqda və bizlər çalışırıq. O da budur ki, qabil etimad, güvənilən payalar yaraldaq bu burca. Yəni bu burc yaranacaqdır. Dedi, xoruz yox idi, səhər açılmırdı. Yəni ağ bayraq və əmsal ağ bayraqlar ki, çoxlardılar, indi çalışırlar hərə bir sahədə. Bunlar əslən bir gün danışmasınlar. Aya bu təbii camiədə ittifaq düşməyəcək. Elə bu ideologidə də üz verir görürük. Cavanların giyinişiklərine, baxışlarına, yerişlərinə baxsaz. Bu mövzu təbii, bu seyri təbii ki yaranıbdır. Bunu bəxşnamə, dəstur, polis, bilmirəm, qazi, qanun. Bu təbii mövzun qabağında heç kəs dayanmıyor. Çünki özü aradan gedər dayananda. Mən mənzurum budur ki, bu təhəvvül həm siyasətdə gahən üz verər, gahən istimada üz verər, gahən ideolojide üz verər, gahən kimlikdə üz verər. Bizimki Azərbaycanda ictimai bir hərəkətdir ki, üz veririk. Bu ictimai hərəkətdə özünü tanımaq və öz hüququ ki, illər boyu bunlar nadidə tutulublar, bunlara çatmaq əsl indi görəv və vəzifə olubdur ki, bu Urmiya gölündən tutun ta Muhit Zistdən, ta gəlin məsələn bugünkü elə Clubhouse bu rastadadır, bu turşdadır gedir. Əgər biz öz varlıqlarımızı bu payasızlıqlarla keçsək qabağa, sonra hər nə əlimizə gəlsə, dəstəvərdi olsa, tez çökər. Çünki buna paya cürrəməmişik. Və bu payada bizim indi o fərz edin, bir nəfəri bağlayıblar, bunu atıp da dəriyə, bu dəriyə düşməmişdən qabaq biz bu ipin başını tutmuşuq bir ləhzə. Bu düşməyib də aşağıya.
Bu ipin başından da çəkə-çəkə hamı da yapışır və günbəgün də çoxalır, sürət də çoxalır ta buna nicat verək. Bu ipin ucuncu tutduq nə mənə idi? Bizim şeirlər, məsəllər, alqışlar, qarğışlar, bayatılar, bunlar hamısı hələ unutulmamışdı. Yəni aradan getməmişdi ki, birdən-birə bu fəzai məcazi və mahvar və bunlar hamısı gəldilər bizim köməyimizə. Yəni bunlar olmasaydılar, ağa sən bir dənə nəşriyyədə, ruznamədə istəsəydin bir məqalə çap eləyəsən, mətləbi yazasan, elmi olsun hətta, bəlkə bu icazə tapmayaydı, gedəydi çap eləydi. Amma bu fəzada heç məni, Rəhimi Ağbayraq yox. Biri oturub Türkiyədə, biri oturub Kanadada, biri oturub Almanda özlərinin risanələri vardı, mediaları vardı. Orada eləyə bilirlər, hər nə məni söydülər, düşünürlər, fikir eləyirlər, araşdırırlar, bunları yazsınlar, xəbərləri yazsınlar. Pəs bu inhisar vaxtı sınıbdı, bu inhisarda əgər içəridəki fəalları, mühəqqiqləri, araşdıranları məhdudiyyətə üzbəyüz eləsək, qarşı gətirsək, onda şayad bəyənmədiyimiz olar ki, biraz radikaldır, eşitdədilər, onların tərəfinə soğuq veririk və o bahis olar ki, camiə də çox tər xəsarət görə, ta o ki müslihdir, o ki istəyir ki, sülhlə öz istədiklərinə yetişsin. Biz bu müqəddimə ilə gedək bir uşaqlıqda mənim böyük atam rəhmətli bizə şeir deyərdi. Məsələn deyərdi: Eliyar bəy xandı, xandı. Bağçada quşqovandı. Eliyar bəy, bunun kəsiri sizin yadınızdadır, nə cür idi? Valla bu Eşitmişdiniz. eşitmiştim. Böyük maman bizə oxuyardı böyük ana. Xandı, Bəli, xandı, xandı. bağçada quşqovandı. Misir qəmə belində qızlara pəhləvandı. Mən həmişə uşaq idim, bunu eşidərdim. Sual olardı ki, bu bağçada quşqovan nəcür olacaq, qızların qəhrəmanı nəcür olacaq? Yəni qızların gözündə qızlara qəhrəmandır. Qızların gözündə nəcür bu qəhrəman olacaq? Misir qəmə nə mənədir? Ta gəldim bu mifiklər. Əlbəttə keçən cələsələr dedik. Mifik deyəndə iştibah bir kəlmədir ki, Bakılılar çox işlədirlər. Mitolojidir də əslində bu, yəni bu ibarət oradan gəlib, əsatiri tanımaq. Və bu mifiklər səciyyəsində Misir qəməni məsələn tapdım. Baxın, Əbdülqadir İnan tarixdə və bu gün şamanizm kitabında ki, Ankarada 1954-də çap olub, səhifə 29 ilə 30 arasından deyirəm. Deyir ki, baş tanrımız bizim ölgəndir. Qabaqca biz bəhslərdə dedik ki, ölgən ya baş tanrı ərliyin qarşısındadır. Ərlik ya yerli, yeraltı dünyası ya əhrimən ya şeytanla tuş gəlir və ölgən, yəni böyük tanrı, yaxçılıq tanrısıdır. Bunun gücü deyir ki, ildırımdır. Əlində olanda da siz baxsaz Sümerlərdə bunların əllərində ildırım vardı, tanrıçaların, tanrıların. Biz əgər istəsək nişanələrini tanıyaq. Biz deyirik Gürgür baba. Uşaqlar deyirlər Gürgür baba. Baba həmişə, yəni tanrı. Siz bunu büyünəmə bunun orada çox bəhs eləyəcək. Məsələn Sümerlərdə bir dənə deyir Xurxur baba. O da tanrıdır, amma əhriməni tanrıdır. Pis təbiətli tanrılardandır. Biz Gürgür baba deyirik. Baba sonra gəlibdi, məsələn ana da deyirlər. Siz baxın Sümerlərdə nə qədər tanrılar vardılar ki, bunların adları ana ilə birlikdə, ya nənə ilə birlikdədir. Məsələn İn ana eşq tanrısıdır. Nin Hursaq, yəni nənə qursaq. Nin Sümerdə bu məni nənədir. Bizdə də məsələn vaxtı deyirik nənə, yəni leydi, yəni möhtərəm bir xanım. Nin Hursaq bu yer tanrısıdır ki, nənə, biz məsələn deyirik qarı nənə. Qarı nənə nəql deyəndə bu cür bir şeiri də var Şəhriyarın. در واقع bu da həman tanrılarımızdandır. Qarı nənə bizim dilimizdə qalıbdır ki, siz bir dənə bir təcəssümünüzdə bir ruhdur ki, qarı nənə ünvanındadır. Qapacağını çırpırıq, yel məsələn gəlirik, qar yağırıq. Ya məsələn Sümerlərdə Enlilin xanımısı Nin yeldir. Nan suvarımızdır. Nin çopur varımızdır. Bu xidmətguzardır. Məsələn, nin çopur, şupur və çupur dedik çığınan şı, Sümeri ilə türküdə bəhsən. Nin çopur vardır. Pəs bizdə də babamız vardı. Ya Rum mənabeyinə baxanda Atila ki, Hunların sərkərdəsi idi Atila,
bu şəmşiri ya qılıncı Merrixdən gəlibdi, yəni uzaydan gəlibdi. Və siz baxsız Koroğluda bu səciyyələrdən görürsüz. Gəlir oğluna Ali kişi. Ali kişi orada danışacaq. Ali kişi bunun dədəsidir Koroğlunun. Deyir al bu qəməni və gizlin saxla. Bu ıldırım dəymiş bir qəmədir. Buna ıldırım dəyibdi, amma heç kəsə bunu deməyəcəksən. Buna deyəcəksən Misir qəmə. Biz orada açılışır və görürük ki, Misir qəmə nə mənədir? Misir qəmə ıldırımdan yaranan, pəs qəhrəmanların yenilməz və kütəlməz bir qılıncıdır ki, biz Koroğluda baş tapırıq. Niyə buna Misir deyib ki, Misirin özündə nəqli çox uzundur ki, ay rəhmətlik Mirəli Səlamətlə mən çoxlu bu mövzuda söhbətimiz var idi, danışmışdıq, kitablarında da gətirib və gələcək bəhslərdə bəlkə yeri düşdü dedik. Pəs vaxtı deyirik Atilla xandı xandı ki, xanlıq bilirsiniz də böyüklüğa deyir, xaqanlıq şahlığa deyir. Bağçada quş qovandı, bu quş qovmaq mühümmədir. Çünki məmuli quş deyir, anzu quşudur, zümrü quşudur, simor quşudur. Bunlar da bir gün söhbət eləyəcək. Bir quşdur ki, haman quşdur deyir, əkil-bəkil quş idi, ağaca qonmuş idi. Getdim onu tutmağa, o məni tutmuş idi. Pəs bu bir dənə quşdur ki, insanı şikar eləyir. Bu mövzuda söhbət eləyəcək. Pəs bu bağçada quş qovandı, Misir qəmə belində qızlara pəhləvandı. Pəs qızların gözündə bu pəhləvan olmaq üçün bu ıldırımdan qılınc bunun belindədir. Biz bu bilmirdik, oxurduq. Amma indi ki gəlmişik bu əsatirlə bununla bərxurd edirik. Yəni bu eynə ilə baxırıq, gözlüyünə baxırıq. Bunların çoxu bizə açılırlar. Əgər bu rişələri tapanda onda çox şirin hekayətlərə yetişsiniz. Birdən siz görürsünüz ki, Sumerlərin ilk tanrısı Ənkidir. Ənki yerlə göyün andır da, an göyə də deyirlər, biz asman, yəni asılır göydən. An, ağay Nasir Mənzurin kitablarında da sabit edilir ki, türkü bir kəlmədir. Əlbəttə o Sumerdən şayad ittilası yox idi ki, an onlar göyə deyirdilər. Orada deyir ki, an niyə göy mənisindədir? Və ki də dağa, kör, ker, qır bu mənilərə gəlir. Yerlə göyün mənisindədir. İlk tanrı budur. Bizdə nə mənədir? Bizdə Altaydır. İlk tanrılardan biri Altaydır ki, al ucalığa deyirik və tağ ki, qədim türkdə tağ deyirdilər, indi dağ deyirik. Bu da haman kör ya kuh ki olubdur. Bu da eyni haman kimin göylə yer tanrısıdır. Əgər bunları biləndə, indi bir nəfər gəlir deyir ki, ağa, məsələn, bizim kəndimizin adı Səravdır. Biz gəlirik bunun gedirik lap kökünə. Zubdətü təvarixdə Hafız Əbrudan, ya Yaqut-u Məvidə Mucəb Buldanda cildi 3, səhifə 64-dən mən bunu deyirəm. Orada gəlir deyir ki, Səraba nə mənə yazır? Yazır Sərov. Hətta bir yerdə Sərot yazır. Ov bilirik ki, qədim türküdə yəni ot, yəni ov yazırdılar orada. Və burada vaxtı sərov və sərot yazı, sırın orada danışdıq, dedik ki, bu sır, şır, şıraq, sıraq, o 2500 il bundan qabaqdan mənabeydə gəlibdir, türk tayfasıdır və hətta Yunan mənabeyində də gəlibdir, Azərbaycanda şıraqlar var, sıraqlar var. Bu həman sır tayfasıdır. Sər, ov ya sərot yazıb, atəşgah ya oti ki orada pərəstiş olurdu, buna da qabaqçı bəhslərdə bol-bol danışmışıq, onun məkanıdır. Vaxtı gedirik Urmiyanın kənarında görürük sərab vardı. Pəs biz bilirik ki, bu sərab ya haman su içi görsənir, bu məsxərə bir məniyə irtibatı yoxdur. Bunun çox dərin mənisi vardı və gərək buna bu şəkildə biz baxaq. Ateşkədə, yəni orada olduğuna görə deyiblər sərab, şırların otu orada, qom, şırın ateşkədəsi. Vərzəqanda məsələn xanasır vardı. Xana sər eləyiblər, bunu sər kəllə eləyiblər bir məniyə sər. در حال ki biz Ərdəbildə xanaşır görəndə mütəvəccüh oluruq ki, bu xanasır, xanaşır hamısı bəs birdirlər, ikisi də elə bir addılar. Onlar da orada qoyublar. Bunlar da burada adı qoyublar, amma birdirlər. Ya Serkan ki bunu Zirəkan eləyiblər. Ucan tərəfində Bostanabada. Ya Sıracu, Sıraskənd, Sıraskən ya Sırıq.
sorxa eləyiblər bunu. Sırkeş, sərənd, sərənd baxın bizim bir istoryalarımızda da var idi bu. Ki səhəndi dedik ki, mردم محلی rəhmətli Ağay Behzaddə kitabında gətirib Daretülmaarif İslamı da, Dairətülmaarif İslamı da bunu yazıbdı, istinad eləyibdi buna ki, mردم محل savənd deyirlər. Savənd səhəndə deyirlər. Sav alan səbəlana deyirlər. Bunlar yəni bizim öz bumi dilimizdəndirlər ki, ora mərdim deyirlər. Sav da ki, Kaşğəri lüğətnaməsində 1000 il bundan qabaq yazılıbdı. Yəni vəhy. O iki Sümerlərdə də sav yazılıbdı. Yəni söz, vəhy, pəyam. Onlar da bu gətiriblər. Biz görürük ki, bir dənə uzun bir rişəsi var. Sonra biz bu sərəndidə tapırıq məsələn. Əndidəki müşəxxəsdir də sav ənd, sər ənd, mər ya mari ənd. Bunlar hamısı ənd məhəll olublar. Yəni orada ənibdir, orada yenibdir. Ya Qazanseyr, Sıramlı, Sıramlı qışlaq Kəleybərdə, Qalasır Qoyda, Kalasır ya Kəlasur eləyiblər 3 nöqtəli sığla Kəleybərdə. Hətta kəndisir var. Pəs bol-bol bizim kəndlilər ki, bu səsi eşidirlər, indi eləyə bilirlər öz etniklərin, öz rişeyi, qovumların bu şəkildə tapa bilsinlər. Yəni biz gedə-gedə deyirik ki, şır ya sır, işıqdır. Sıraq ya çıraq ya sıraq, işıq verməkdir. Bunlara qabaqçı bəhslərdə dedik ki, Azərbaycan əhalisi işığa etiqadı var idi, Tanrıya etiqadı var idi. Tanrını işıq görürdü, günəş görürdü və bunların hamısının keçən cələsə bəhslərini eləmişik. Ona görə bura varid olmuram. Əgər suali vardı, eşidin və gedək əsli bəhsimizə varid olaq. Çox sağ olun Ay Doktor. Xassı bir sual yoxdur. Çox lüğətlər vardı bu sav kələməsindən ki, təşkil tapıbdı. Çox məmnun ki, bu tövzihləri verdiniz. İndiyə qədər hələ sual yoxdur, bəli eşidirik. Buyurun. Mən üzrxahlıq edirəm. Eliyər bəy səsim vardılar. Niyə? Bir dənə Bilgəmiş bəy bir dənə mövzu yazıb. Bəlkə ondan keçmədən çün kəlmələrə toxunursunuz ona görə. Yazıblar sərəsçindir ki, indi həşrut deyilir. Nə anlamındadır? Bu da vardı. Yəni bunu da keçmədən bəlkə buna da bir cavab versin Adətdir. Buyurun. Bəli. Kənd bizim məlum bir məfhumu vardı. Yəni Türkiyədə indi şəhrə deyirlər, biz deyirik filan kəs kətdidir, kəndidir. Kənd Rusda mənisindədir. Pəs kənd biz baxın Mari kəndi vardı, Taş kəndi vardı, Daş kəndidir də در واقع Taş kəndi deyirlər buna. Pəs kənd bizim çox-çox adlarımızda bu vardı. Biz qalır burada sır ki müşəxəsdir. Həman dedik sır tayfasından, sıraq tayfasından ya şır tayfası. Bizim tərkib adlarımızın çoxunda kənd vardı. Nümunəsində Taş kəndi dedik ki, daş və əlavə kəndidir ki, taşla daş özünüz bilirsiniz türküdə birdir. Və sər kənd deyəndə həm sar burada var, sır tayfası var, həm as tayfası var və onların ikisinin tərkibinin kəndidir, səris kəndi olur. Və dostumuzun cavabına görə bunu ərz elədim. Ayrı bir sual vardı. Alan kələməsi də Ay Doktor. Məşəd tərəfində səravan kələməsi bu təğyiri yaftı ola bilər ki, həman sardır ya nəzud o eləyiblər. Hangi ad? Səravan, Səravan düz nöqteyi mərzidir. avan, ya ava, ya oba, ya ov, bunlar hamısı türkü pəsvəndirlər. Yəni yer düzəldən pəsvəndirlər, caysaz pəsvəndirlər. Ona görə səravan da dəqiqən həman şəkildə, həman etimoloji ilə, yəni lüğətşünasi formu ilə gedir. Sırların yeri olan bir məntəqəyə deyilir. Çox məmnunam. Səssiz indi yaxşıdır. İnşallah ki, bərnaməmiz bitəndə. Buyurun. Baxın, Əbdülqadir İnanın kitabında, tarixdə və bugün şamanizmdə səhifə 105-də deyir ki, şamanlar və qamlar bir tanrıdan kömək alırdılar. Adı Yayqxandır. Bunu Yayqxan da yazıblar, Yayqxan da yazıblar. Buna su tanrısı deyirdilər. Biz keçən bölümdə suyun bir yarısınacan gəldik. Nə mənə bəhslər vardı. İcazə verin bunun təqəddüsündən daha artıq danışaq. Məsələn, səhifə 68-də həman kitabda bu işi bilirsiniz bizi rəbt verirlər bu Zərtüştigəriyə.
Əslən bizim bu ota təqəddüs verməyimiz, tapanmağımız və bunu oti dağların başında yaratmağımız, atəşgahlar heç irtibatı o Zərtuşt digəri ilə yoxdur. O bambaşqa bir ayindir, Hindistandan gəlmə bir zatdır. Qabaqçı bəhslərdə Zərtuşt bəhsinə müraciə eləsinə dostlarımız o bölümdə və bu işi burada bir atəş ya ot ya atır bəhsi vardı. Bu kullən ondan bambaşqa bir zat üçün quyulamaq inamları, o yaranış inancları fərqlidir. Burada biz görürük ki, deyir ki, ey atəş anamız, sən 9 irmağın qoşduğu yerdə 9 bucaqlı pak evdə oturan və çayların, dənizlərin görürük ki, bu şamanlar su ilahəsi ilə danışmağa burada sənət gətirirəm. Yəni inanc var. Malov kitabında bu ilk harda gəlibdi? Kültəcində gəlibdi. Orada bu cür nə deyir? Deyir uzaq, yəni uca. Türk tanrısı, müqəddəs Türk yer su bu. Yerlə yer su burada vətən mənisinə gəlib. Farsiyada gedib olub Abuxak. Abuxak həmin vətən mənisindədir. Göy türklərin bilirsiniz kətibələrində Muğliyan xan. Bu Muğliyan xan ki biz bunu Bilgə Xaqan tanrısı üçün ləqəbi budur. Anası da Xatun İlbilgədir. Qərdəşdə Kültəkində ki, fikirəm onun da kətibəsinin yoldaşların bir tedadı ki, qabaqsan bəhslərdə vadə eşidiblər. Biz burada görürük anası İlbilgə və özü Bilgə Xaqan dəqiqən haman Sümerlərin Bilgəmişidir. Yəni orada da Bilgəmiş gəlib. Qabaqcan da biz bu mövzuda çox danışmışıq, amma savadsız bizim bir seri ustadlarımızdan da vardılar ki, hey Gilgəmişdən yapışıblar, Əkəddən yapışıblar və mən də o cəhaləti eləyə bilmirəm də aradan aparam. Yəni nə yazmağın başa alırlar, nə oxumağın başa alırlar, amma elə bunu gətirirlər, oxşadırlar. Hər halda Tonyoqun da kətibəsində Yersu bu mənada gəlib. Pəs biz görürük ki, burada çox təqəddüsü vardı. İndi gələk rivayətlərə. Baxın, səhifə 237-də deyir ki, Sağanxanın qızı 39 qızla gedirlər gəzməyə. Gölün yanında zolaq bir işıq düşür bu suya və su köpüklənir. Bunlar ki, barmaqlarını vururlar 39 qız və Sağanxanın qızı, bunlar boylu olurlar. Yəni qarınlarında uşaq vücuda gəlir, amma kətdən bunları o şəhərdən qovurlar. Yəni Sağanxan öz ölkəsindən bunları qovur. Bir rivayətdə var, meşəyə gedirlər, bir rivayətdə var, dağa gedirlər və bunların uşaqları olur. Bu 40 qızın uşaqlarına deyirlər qırqız. Pəs bu günlərim əgər qırqızların rivayətinə qulaq assaz, bunların dərvağı ataları bunların su olubdu. Burada da biz təqəddüs suyu türklərin arasında görürük. Oğuz xanın izdivacları bilirsiniz də, o ilk evlənir bir işıqlandı ki, bunun nəqli vardı. Bir də su ilandı. Yəni 2000-ci evlənmağın keçən cələsə dedik ki, bundan əvvəlmisindən işıqdan günəşdir, aydır, ulduzdur gəlir. Ya Çini mənabəyə biz baxanda deyir ki, Tuğyular, bunu da tərkib-i əqvam-ı antik Aristofun kitabından deyirəm. Deyir ki, Tuğyular ki, türklərə Tuğyu deyirdilər. Su qəbiləsindən idilər. Baxın, adət bunun əslən qəbiləyə türk 70 dənə qərdəşi ki, bunların lap böyüdə qurtdan yaranmışdı. Bunlar hamısı su qəbiləsindəndirlər. Burada da suyun təqəddüsünü göstərirəm. Və arkeologistlərdən ağay Mim Hüseynov, Ay Seydovun kitabından bu deyirəm səhifə 311-dən ki, Azərbaycanın soykökünü araşdırırkən bu kitabda deyir ki, qədim Azərbaycan xanımları Azıq çölünə gedərdilər. Qar-ı Azıq. Azıq nə mənadır türküdə? Yəni ayı. Azıq deyiblər türküdə. Qədim siz lüğətnamələrə baxanda Azıq deyiblər. İlginc nə mənadır? O da budur ki, ayı Sümer dilində azdır. Mənası azdır. Və biz görürük ki, burada azla həmin, çünki bilirsiniz, zla yay türkçe dilində bir-birlərinə təbdil olurlar. Biz ki, burada hey deyirik su iyəsi, bu
izidir, izzəsidir əslində ki, biz iya deyirik. Bu qızlar ki gedirlər, xanımlar ki uşaqları olmur, gedirlər Qarı Azığa, bu çölə, o damından daman sulardan içirlər və qarınlarını sürtürlər oranın divarlarından ta o Azərbaycan nağıllarında 3-cü cildidə ki, Bakıda 1962-də çap olubdur, səhifə 151-də biz Reyhan nağılı görürük və biz görürük ki, bu Gülcahan ki, qızı devlərin tərəfindən oğurlanıbdır, susuz çöldə qalır. Bir gölməçədə bütün suyu içir və ondan uşaqlı olur, boylu olur. Eyni görürsünüz bu variantlar, bu nov'lar, bu janrlar bizim türk dünyasında və Azərbaycan nəğəllərində birdirlər. Və Kəl Hüseyn nağılı vardır. Bu Kəl Hüseyn nağılını mən elə bu cürsünə biləcə hövsələ ilə tərifləyirəm. Siz də inşallah hövsələ eləyəsiniz, buna qulaq asasınız. Deyir ki, Nisə ərinin əvəzi meşəyə oduna gedir. Nisə bir dənə addır. Arvad bir şələ odun edəndən sonra acıdı, yəni acaldı. Xeyli armud yedi, armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub əndi bulağa, doyunca su içib, əlini üzünü yudu. Gəldi ki, odun şələsini götürüb getsin. Gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi, yaxşı, tutub öldürərəm, ətini xurək bişirərəm. Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir əyri yumurta saldı. Nisə tez yürüyüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya heyfi gəldi, çəkib başına içən kimi şirinlikdən ciyəri alışıb başladı yanmağa. Tez ənib bulağa, doyunca su içdi. Bu gündən sonra Əhmədin arvadı Nisə yorğan döşəyə düşdü. 9 ay tamamında bir oğlu oldu. Nə oldu burada? Həman nəğilləri ki, buracan saya-saya gəldi, qırqızlardan saydı, Altaylardan, Yaqutlardan. Biz görürük ki, Kəl Hüseyn nəğilində ki, səhifə 313-dən bunu dedim. Biz görürük, eynən həman şəkil burada da vardı. Reyhan nəğilində də vardı və o birisilərdə. Gəlin su moridində gedək bir ayrı bir bölümə. Yəni bu qane olduq fikirəm, bu belə sənədlə ki, bu eləyə bilir hətta ata, ana olsun, müqəddəs olsun və yaşayış, həyat versin. Ab həyat ki deyərlər, budur. Həyat versin, yaşayış versin. Türk folklor araşdırmaları Budu Bustan oyunu Mustafa Öz, İstanbul 1953, cildi 3, səhifə 831-də. Deyir ki, quraqlıq illərində türklər yağış yağdırmaq məqsədi ilə bir dənə bir yarım metrlik bir gəlin şəklində qolçaq bəzərdilər, gəlincik. Bunu dolandırardılar və birlikdə hamısı baham oxuyardılar. Deyərdilər, budu, bustan budu. Anam, babam nereden doğdu? Bir qaşıqcıq sudan doğdu, verin budunun haqqını. 40 gün yağış, 50 gün çamur. Ver Allah bir yağış ver, duz verənin oğlu, yağ verənin qızı olur. Hafızı Bostan, bostanı qoruyan budur. Mən bunu çox araşdırdım, bir nəticəyə yetişmədim. Fəqət sanskrit dilində dərk kamil mənisində bütün düşünməyə budur deyirdilər. Amma bu da bizim bir nəqillərdən də. Hərçənd ki, bunun ərxeynəm ki, çox qədim bir rişələri var. Bəlkə neçə min il bundan qabaq bunu kahinlər, şamanlar oxurdular ki, indi bu zamanədə məsələn uşaqlar kəndlərdə bunu oxuyurlar. Və biz türkdə məsələn firiştiyə su pərisi deyirik. Bunu hardan deyirəm? Sensarov, Xarəzm özbəklərinin İslamdan qabaq ilkin inancları və ayinləri kitabından deyirəm. Baxın, ayrı bir məsələyə işarə eləyək bu suyun əhəmiyyətində. Dədə Qorqud görür ki, qəbir qazırlar. Deyir, bu qəbir kimə qazısınız? Deyirlər ki, Qorqud üçün qazırıq bunu. Çox qorxur ki, öləcəkdir, bunu quyulayacaqlar. Ona görə gedir bir uzaq yerə, oradan kullən o mahaldan uzaqlaşır, gedir
Görür görkənlər gör qazırlar, qəbr qazırlar. Deyir bunu kimə qazısınız? Deyir qurğuda qazırıq. Bu görür ki, elə hər yerə gedir, bu sözü eşidir. Onun üçün gedir, suyun üstündə xalça salır, xalçanın üstündə oturub qopuz salır. Yəni bizim Dədə Qorqud nəqlimizdə bu vardı. Su buna ölümsüzlük verir Dədə Qorquda. Bir tərəfdən də biz Otnapiştimdə də bunu görürük. Otnapiştim ya Ziyursuda, Sumerlərdə o iki cavudan ömür veriblər tanrılar buna. Bu da suların məsəbbində yaşayır xanımısı ilə. Ya biz baxırıq Bilgəmiş o həyat göyərəntisin otu hardan tapır? Ayağına daş bağlı gedir suyun altından bunu tapır. Və suyun yanında yatmışdı ki ilan gəlir bunu aparır. Bunların hamısında su vardı. Abdülqadir İnanın Səfi 55-də deyir ki ölkənin, yəni baş tanrımızın türklərin iki oğlu var idi. Biri Suxan idi adı. Suxan. Xanə Ab. Gəncədə deyərlər ki, biz necə deyərik bu çörəyə and olsun. Onlar deyərlər suyun haqqı. Seyidovun 318-ci səhifəsindən bunu deyirəm. Və çox nümunələr var bu cürsünə. Yəni məsələn Abdülqadir İnanın kitabında səhifə 167-dən çıxartmışam bunu. Orada deyir ki, baş qurdlar o zaman ki gəlinlər məsələn gedirlər bəxt evinə, gedərlər o qeynata hansı göldən, hardan su içər, ora gümüş pul atarlar. İndi bəzi siz məmləkətlərə gedəndə görürsüz, məsələn bəzi sular var müqəddəs, ora pul atırlar. Mən bu Türkiyədə də görmüşəm və orada yer altında bir yerə batan deyirlər, orada da bunu görmüşəm. Pəs bu bizim fərhəngimizdə var idi və cəlib də budur ki, Sumerlər Apsu deyirdilər tanrıya, su tanrısına Apsu deyirdilər. Əlbəttə bunlar deyirlər Ap gedibdi Farsiyə, amma bizdə Ap və məniyə çox parlaqdır. Mühüm budur ki, çox parlaq suyun adını veriblər Tanrının adına. Və təzəşdən gedirik Çin mənbələri ki, Tunyuqlardan ya Türklərdən yazıblar. Onlar deyirlər bunların iki dənə mərasim vardı bu türklərin. Biri su şərəfinə bərgüzar olardı. Və biri Bozqurd şərəfinə bərgüzar olardı. Bozqurd bilirsiniz günəş simvoludur və su da ki bizim ilk inanclarımızdandır. Bunu da Türk tarixinin ana xətləri İstanbul 1931-də çap olub, səhifə 48-dən deyirəm. Burada bir ara veririk. Əgər sizin sualınız olsa mən onu eşidim, əgər yoxdur gedək o birisi bəhsimizə. Xeyr, Aydötür. Çün bu Bakıbarz otaqlarımızda çalışıram ki, sizi eşidək ki, mövzularımıza ki, neçə mövriddədir. Su mövridini hələ su ilahisi bölümündəyik. Hələ dağ və həyat ağacı da. Biz Koroğludan bu gecə Koroğlunun köklərindən də bir söhbət edirik. Çünki bizim indi bu nümayişlər ki vardı da Koroğlunu bərgüzar edirlər. Kaş yoldaşlardan da bu səsi ayı yoldaşım Sirik Cəmala da göndərsinlər və orada çalışan yoldaşlarımıza da ki görsünlər ki bu bir dənə nəql deyil ki 16-17-ci qarında feodalların əleyhinə bərgüzar olur. Bəlkə bunun çox bir ayini ya mitoloji bir tarixi vardı ki biz həmin mifik eynəyi ilə gözlüyünə baxırıq buna. Biz bunun ana iskeletin, sümüklərini tapmaqda gərək biz gələk görək əvvəl bunun adı nə mənə idi. Bu kör idi, çünki atasını bunun kör eləmişlər. Nəql bu cürsünadır ki, bir nəfər ılxıçı varımızdı, bu gün ılxıçı yazdım. Ilxı atın sürüsünə deyərlər türküdə. Ilxıçı bu ılxını saxlayan nə deyərlər? Məsələn biz deyirik postçi, ki gedir Farsiyə, doruşkeçi, bunlar ki deyirlər. Bu çi, yəni o işi görən. Ilxıçı, yəni bu at ılxısını saxlayan. Bu bir söydüğü atları vermir Həsən xana, yəni o Həsən xan baş tapır. Bunun gözlərini kör eləyir və buna Koroğlu deyirlər. Aya biz bunu bir fərdi ki görmür və kör olubdur. Biz Koroğlu deyək, çünki bunun əsl adı Roşəndir. Əsl adı Roşən ya türk dilində işıqdır ki bu məktub olanda Roşən olubdur. Və bunun atasının adı Alidir. Ki Əli olubdur. Elə Ali, Əli, Ulu hamısı bir mənadədir. Yəni uca, yəni yuxarı. Və biz bəzi yerlərdə türkəmənlərdə deyirlər ki, yox, bu Coroğlu gərək ola.
Çünki gorun içində bu doğulub anadan dünyaya gəlibdi. Amma hamısından çox onlar ki folklorşünasdırlar, onlar ki araşdırmacıdırlar, onlar ki Koroğluşünasdırlar, onlar deyirlər gərək bunu Güroğlu deyək. Gur ya gür türk dilində yəni ot. Və türküdə hər zaman da mən üçün Sumer moridində çalışmışam. Hər zaman da ki görürəm Sumer irtibatı vardı. Mən yoldaşlarını da xatırına salıram ki, Sumerdə də qur be məni budur ki, ot, yəni yığarlar bir yerə bizət yandırırlar, qur deyərlər və otun istisinə də qur deyərlər. Və biz görürük ki, ota irtibatı vardı Sumerdə də bunun. Məhəmməd Hüseyn Təhmasib Koroğlu episində kitab yəni در واقع داستان اسطوره Azərbaycan ədəbiyyat tarixi cildi 1 səhifə 464-də və ağay Məhəmməd Hatəmi Tayntəkin Koroğlu kitabında ki Koroğlu Odoğlu kitabı vardı 1967-də çap edilib səhifə 63-də. Hər ikisi də deyirlər ağa bu ota irtibatı vardı. Odoğludur bu. Qur به معنی otun oğlu, günəşin oğludur. Yəni ilahi xورشidin oğludur. Bunlar folklorçudular. Dəlil çox gətirirlər ki, burada şayad buranın hövsələsindən çıxa. Bir dənəsini mən burada deyirəm. Biri budur ki, deyirlər ki, bu sözlərində deyir ki, adımı sorsan, bil işıq oldu, yəni həman roşən oldu. Bu aşıqların havasında bu var da. Oxur ki, adımı sorsan, bil roşən oldu. Atadan, babadan cinsim Güroğlu oldu. Yəni burada atadan, babadan cinsim Koroğlu oldu. Bu ünvanı bir dənə sifətdir, nə bu ünvanı bir dənə ism. Ad deyil, bu bir yaraşıqdır Koroğlu. Koroğluluq bəs bir dənə sifətdir ki, bu göstərir ki, fəratər az bir dənə addır. Folklorçu Paşayov da ki, bu hekayətləri ki, mifik Koroğluya görədir bunları yığıbdı. Bu deyir ki, vaxtı bu qışqırırdı. Ağzından ot püskürürdü. Pəs Koroğlunun ağzından da ot gəlirdi, Güroğlu. Yetişirik təzəşdən bura. Və bəzi rivayətlərdə də vardı ki, deyir bunu dağda qurd bunu becərdib, süt veribdi. Biz bilirsiniz ki, türklərdə bu çox bu inancı vardı və bu variantların birində də ki, bu ağay Paşayov yığıbdı, deyir ki, bu vardı. Qurd da ki, bilirik, günəşin sembolüdür. Pəs bu da mühümmidir. Erməni rivayətlərini ki, xub, onlar bilirsiniz, ermənilər sonradan türklərin torpaqlarına yerləşiblər və əslində erməni dini dəyişilibdir, sonra hala dili dəyişilibdir. Orada deyir ki, mən bir cəlaliyəm, roşəndir adım. Atamın adı Xor, anamın adı Xorişan. Pəs burada xor ki, həman türkdə qordur, çünki hamısı birdilər də. Siz bilirsiniz, biz türklər, məsələn, birdən deyirlər ki, Qaradənizdə deyirlər xarpuz. Biz deyirik qarpuz. Gedib farsız olub xərbuza. Yəni elə hamısı birdirlər. Xərbuza, xarpuz, qarpuz birdir. Ya xorşid ki, xorşiddir. Gürdür həman xurdur ki, burada rivayət Ərmənidə biz görürük ki, adı bunun Koroğlunun xurdur. Yəni işıqdır. Ki, Xorasan da həman oradan gəlir. Çünki x ilə q bir məxrəc boğazın təkindən gəlir də. Türkiyəllər deyirlər yaka, yakalansa. Biz deyirik yaxə, yaxəliyibdir. Yəni x ilə q burada bir-birinə ibdal olurlar. Bizim üçün kosmogonik, yəni bu dünya yaranışında biz bilirik ki, hər zadı günəş yaraldıb, yəni bu bastani inanclardılar ha. Biz bu bastani inancına biz bunu semboli az günəşin adamı ki, bu antropomorfik, yəni insani bir şəklə düşübdür. Çünki biz bilirik ki, tanrıların çoxu bu ittifaq düşüb bilələrinə ya zemomorfik olublar, bunlar heyvani bir qalibə düşüblər, ya antropomorfik olublar, insani bir rixtə düşüblər, real olublar, vaqi olublar. O insanlar getbəcit reallaşdırıblar bunu. Ağay Haman Təhmasib Koroğlu eposunda səhifə 473-də bu rivayəti bu cürsünə deyir ki, günəş ki batırı, gün batandan və günəş ki çıxırı, gün çıxandan, gün doğandan, məşriq və məğribdən ulduzlar gəlirlər, dəyirlər bir-birlərinə və bunlar ikisi bahəm düşürlər
Qoşa bir orada bulaq vardı. Həmin bizim Qoşa çayı yadımıza salır. Bu Qoşa çayın moridində də burada dırnaq arası deyim. Qoşa çay yeni addır. Qoşa çayı ki mən çox araşdırdım, görəm hansı bizim mənbələrimizdə gəlibdi. Bu bir dənə orada bizim dostlardan var yazıbdı ki, yəni mənim bir nəfər müxatəblərim ki, məndən irtibatdadır. Ona yazıbdı ki, bunu mən filan ildə mən özüm bunu yaratdım ki, Miyandab. Və biz görürük ki, bunun adı nə mənə idi pəs tarixdə? Səlcuq zamanında biz görürük buna iki su deyirdilər. Yəni dedikdə türküdür, amma Qoşaçay yeni bir addır. Bunu da bilin ki, bu bəhslərdə ehtimalən sizi bundan eləyə bilərlər, paşını aşil eləyərlər, oradan vurarlar. Bilin və düzün deyin ki, Səlcuq mənabeyində iki su gəlibdir. Bu Qoşa bulaqda وقتی bu gedir oranın suyun içir olur Koroğlu, buna bir igidlik, şairlik, uzanlıq, aşıqlıq ki çala bilsin, oxuya bilsin, savaşa bilsin. Biz görürük ruyintən olur. Yəni zavdanə olur o su içməkdə. Bugünkü bəhslərin çoxunda biz bunu araşdırdıq. Yəni soy kökümüzdə gördük ki, bu suyun nəqşi nə mən idi və nə cür bir inancı var idi və bu nə cür gəlibdi Koroğluya. Siz baxsınız o Bilgəmişdə də bu ittifaq düşür da, gedir o göyərəntini suyun təkindən çıxardır ki, yesin, ruyintən olsun, cavidane bir yaşam tapsın, ömür tapsın. Ya otuna pişdim suda yaşayır, bu cavidane bir ömür tapıbdır. Bu həmişə bizim qədim insanlarımızda, bastan insanlarımızda bir arzu idi ki, cavidane bir ömür tapsınlar. İndi də hələ bəşər bunun dalısından gedirəm. Gəlin Herodotdan. Herodot پدر تاریخ جهان چی deyirlər? Yarısı yalan dedi. Eyran budur, yarısı sudur. Biz eyran satan uşaqlıqda oxuyardıq ki, eyran budur, yarısı sudur. Burada da Herodotda tarix budur, yarısı sudur. Səhifə 187-də vaxt İskitlərdən ya həmin İskif ki biz İşğuz deyirik bunlara, İç Oğuz. Mən bunu şayət deyəndə bəziləri güləydilər, amma Emir Əli Seyidov da buna, o professor deyir, araşdırıb deyim, illər boyu o da elə buna yetişib və deyir, İç Oğuzdular bunlar. Bu İç Oğuzlar istəyirlər Asiya tərəf getsinlər. 28 il gedirlər, Asiyaya həmlə edirlər. Amma bir dənə məsələ vardı. Bunlar ılxıçıların gözlərini kör eləmişdilər. Yəni qullar ki, bərdələr ki, bunlara tutmuşdular, işlədirdilər. Bunları kör eləmişdilər ki, atın sütünün sağmağının əsrarın, sirrilərin görməsinlər, bilməsinlər. Qeydirlər görürlər ki, bunlar ki yoxdurlar, bunların xanımları ilə izdivac eləyiblər, evləniblər, uşaqları olubdur və bu uşaqlar gəlirlər bu İskiflərlə savaşırlar. Bu Herodotun nəqlidir. Amma istəyirəm deyəm ki, baxın, bunun 2500 illik bir Həsən xan tarixi vardı Koroğlunun. Əgər köklərinə getsək, biz görürük hətta o zamanki Azərbaycanda yaşayanlara belə bir ittifaq ılxıçılarla, kör eləməklə, savaşmaqla onların uşaqları, hamısı bunların biz görürük kök vardı. Bu iki bəli, Koroğlu cədid bir nəqildir, 300 ildir, 400 ildir. Mən sizə mənbə verdim. Dəqiq mənbə verdim ki, görəsiz ki, bunun kökləri hələ o zamanki məktub olub da. Yəni ondan da qabaq qət'ən bu rivayətlərdə, dillərdə var idi və uzun zamandan sonra gəlib yetişib Herodot ki, məsələn bunu tərifləyibdi ki, İç Oğuzlar bu cür kör elədi, ılxıçıların, onların uşaqları bunlarla savaşdı və Həsən xan olubdu, feodalizm olubdu, gəlibdi, real olub. Yəni o zamanlar ki, hamı bunlarla savaşırdı, ərbablarla, xanlarla, gəlib də orada bir qəhrəmana təbdil olub. Amma bunun kökü də vardı. Hətta biz baxırıq görürük, ondan da məsələn neçə növ gəlibdi. Məsələn gəlib Sasani zamanında Şapur ermənilər bunu deyirlər ki, bu padşah Ermənistanla, Tiranla savaşıbdı və buna yaxın bir zat tərifləyiblər. Ki Tiran özünüz bilirsiniz də türk dilində yəni dərin və bu adı nə cürsə bu padşah var idi 2500 il, 2400 il bundan qabaq adı türk idi. Bu özü də gülməli moriddən biridir. Burada dağ da vardı. Azərbaycan soy kökünün, xalqının soy kökündə duran Oğuzların geniş surətdə bu dağ yayılmışdı. Siz elə bu Təbriz kimi mən indi oturmuşam burada dağın ətəyində.
Baxın, dağın ətəyində deyirəm burada. Hətta buna bir dənə insani bir cilvə verir. Deyir dağın başı, məgər insanda başı olsun. Dağın döşü, dağın bilməm sinəsi, dağın beli, dağın bilməm ətəyi, dağın ayağı. Yəni biz bunları işlədirik. Bunu göstərir ki, həmin bu bir dənə cilveyi animizm deyirik da buna. Yəni ruh verməkdir təbiətə. Bu animizm bizim elə inanclarımızın çoxunda var. Yəni ağaca, daşa, qayaya bu şəkildə biz can veririk və bunu insani şəkildə görürük ki, ayrı dillərdə bu yoxdur və olanda da bir də məsələn bizim yaxın ölkələrdə ya yaxın qonşu həmvətənlərimizdə bizim dilimizdən məmulən gedib neçə dənəsi bu cür cami və ümumi görürük, onlarda dəyir. Çün ümumi gərək o olaydı ki, biz oradan götürəydik və bizimki 3-4 dənə olaydı, nəinki bizimki 20 dənə ola, onlarda 2-3 dənə ola. Və yetişirik Ağrı dağına. Ağrı dağın onlar ki Van şəhrinə gediblər. Onlar gedəndə bir uca dağ ki başı qarırdı, onu görüblər. Bu əlbəttə bunlar hamısı bilirsiniz də əfsanədirlər, nəqildirlər. Bəşər bir zatlar olubdu, onları pərvəriş veribdi və bunları əfsanə şəklində salıbdı. Və biz bu Ağrı dağın hala bir əfsanələrin birində də görürük ki, Həzrəti Nuhun da gəmisi deyirlər orada qalıbdı. Və dağın başı üçün heyvanları, insanları tutmayıbdı. O xəcalət çəkibdi, utanıbdı, boylu olubdu. Adı Qısır dağı idi. Sonra Ağrı çəkibdi, olub Ağrı dağı və uşağı olubdu ki, Bala Ağrı dağı deyirlər. Bu dağa görə də bu təzəşdən görürük ki, can vermək, bunu təcəssümü insani salmaq bizim türklərdə vardı. Aşıqların fərhəngində belə bir söz vardı. Deməliyəm, sözsüz möhkəməm. Qaradağ atadır, dedi. 4 qayın ağacı anamdır, dedi. Əgər mən qayın ağacın suyu ilə qidalanmışamsa, deməli sözsüz möhkəməm. Əgər Qaradağ mənə ata olmuşsa, sözsüz mən bahadıram, yəni iyidəm. Bu Mada Ay Qara parçalar içi verilibdi. Sətri 158-59-dan ki, Ay Seyidovun kitabıdır, oradan sizə dedim. Burada görürük Qəradağ atadır Tazaşdan. Yəni bizim atalarımızdandır. Ata ya baba dedik tanrı mənisini gəlibdi türkü dilində. Ara sıra da bu ana olubdu, amma ümumi surətdə bu atadır. Əgər bu aşıqların zövqü ilə bu neçə min ildə gəlibdi, gün bəzənibdi, yeni donlar, paltarlar geyibdi və bu gün halətinə yetişibdi. Biz o cür baxmırıq. Mən deyirəm ki, bunlara daha dərin baxaq. Azərbaycan xalqı bevaq məktub eləyibdi öz bildiklərin, çünki bunun ondan cəzzab, yəni kitabətdən cəzzab bir form var idi. Kitabəti gərək bu at üstündə savaşırdı, əkinçilik elirdi, heyvan saxlayırdı. Zamanı yox idi ki, bu yazıb pozmaq öyrəşəm. Və bekar dəyərdi. Dərbarlarda bir seri adamlar vardılar, yazırdılar. Onlar da dərbari dəri dil yazıblar. Amma bu ondan cəzzab aşıqların qopuzu idi. Toy olurdu, yas olurdu, çöl olurdu. Hər yerdə bunlar çalırdılar, bunları oxurdular, deyirdilər. Ona görə səbəb görməyib çox yazsın, pozsun, oxusun. Və o canlıdır, o danışır, qaş gözündə bərdi, səsində halət var, dayanır, gülür, bunu tanır. Bunları vaxtı vardı, bu dəli dəyər getsin, yazsın, pozsun. Bir səbəb də budur. Və ona görə biz o əvvəliyyə no'dan, variantdan uzaq düşmüşük və bilmirik ki, əvvəliyyə nə cür idi. Amma məsələn, Ali kişi. Bu Ali kişi indi Əli kişi yazırlar. Biz aldan, baxın, Əcəb şirdə bol alı varımızdır. Araz qırağında to alı varımızdır. Hətta lap bir dənə cəlib bir söz şayət ilk dəfədir bunu eşidirsiniz. O da budur ki, bizim eyni alı varımızdır. Xeyr, bu cürsünə təhrif eləmə tarixi. Ora eyni Əli, Zeyn Əli, Eynal Zeynal deyərdilər. Əzizim mən, Həzrəti Əlinin Zeyd adında ya Zeyn adında oğlu Kərbəlada olubdu. Orada da şəhid olubdu. Eyn adında oğlu olmayıbdı. Nəvadələri də yoxdur. Eyn adında Eyni Əli ola. Və biz deyək Həzrəti Əli nəvadələrindəndir. Bunu mən çox araşdırdım, getdim orada alimlərlə də danışdım. Onlar da dedilər, təsdiq elədilər ki, belə bir zət yoxdur. Vəli bu işi Ayn Ali, indi siz istəyirəm bu deyəm.
Altay tərəfində dağ vardı, adı Eynalıdır. Xub, onlar şəxsən Şiə zad da deyirlər, müsəlman da olmamışdılar, bu ad da tarixidir və Murdadda gedərlər orada qurban kəsərlər, mərasimləri vardı o Eynalı dağına və həman dağın adı ki, Eynalı bu cürsünə deyirlər. Bizdə də vardı. Bu da gülməli bir moriddən biridir ki, zaman zaman yine araşdırdıqca biz ətəri yetişəcəyik. Amma söz budur ki, axı mən özümdə yolun yarısındayam. Çün yolun yarısını deyəndə qəti bunları deyə bilmirəm. Amma bunu bilirəm ki, əlaqəyəmiz vardı, Aldaşın ya Alandaşın vardı, Allı kəndimiz vardı, Al kəndimiz vardı, Alvan var, Alvanıq var, Əlvanaq. Al uca varımızdı, Alusan var Urmiyədə, Alı kənd varımızdı. Al qabaqçı bölümdə dedik. Dedik yəni uca, yəni göy. Al arvadı, yəni göydən gələn arvad. Ala qapı, ala dəyir rənginə görə ala ola, ya əla ola. Yo ala, yəni böyük qapı, al qapı və uca qapı, yəni. Ucalığa çox tər irtibatı vardı. O da irtibatı var, göyə irtibatı vardı. Baxın biz deyirik əlov. O təlov məsələn oldu. Al, ov. Ov dedikçe Türk dilində, yəni ot, qədim Türk dilində. Və al da, yəni uca. Al o, yəni atəş. Atəş ki, bu cür zabana çəkir gedir üstə tərəf. Hətta biz məsələn bir dənə deyirik alqış. Qış yəni hərf. Alqış yəni yuxarı. Hərfi, yəni soxəni ya kəlamı, yəni sözü ki ucadır, alqış olur. Sizi alqışlıram məsələn. Ya qarqışlıram. Qar yəni pis, yəni soyuq, qar, qarqış olur pis söz məsələn, napəsənd söz ya mənfi söz. Və hətta biz məsələn əgər qış istəsəz daha biləsiz, deyirik qışqırma. Qış gürdür da əslində, gür qış, yəni hərfi bulənd, qışqırmaq. Pəs bunu da burada saxlayaq. Bunun atasının adı Alı kişidir. Yer hardadır? Çənlibeldədir. Çənlibel neçə cürə deyirlər. Bəziləri deyirlər ağa burada çən oturardı yerə və ona görə. Bəziləri deyirlər çəm oturardı ona görə. Bəziləri deyirlər yox, çam var idi orada. Çam ya şam ağacına biz türklərdə bəziləri şam deyiblər, çığınışı bəhs elədik keçən seri. Bəziləri şam ağacı deyiblər, bəziləri çam ağacı deyiblər və çamlı bel, orada çam ağacları vardı ona görə. Mən baxdım və bunları sizə çıxartdım ki, bunları tozif verəm biləcə. Baxın, məsələn Azərbaycanda, Otay Azərbaycanda Ata dağı adında bir dağ var. Türkmənistanda Ata dağı varımızdır. Van'da Ata dağ varımızdır. Qarsda Ata dağ varımızdır. Türkmen Səhrada Ata dağ varımızdır. Xəzərlərdə Atababa dağı varımızdır. Dağıstanda Atababa dağımız vardı. Bunlar indi hər kəs eləyə bilər. Bir zərə araşdırsın, görsün ki, düz deyirəm ya yox. Qafqazda Dədə Qurqud dağı varımızdır. Türkiyənin Gündoğan tərəfində Dədə Qurqud dağımız vardı. Anadoluda Dədə Baba təpəsi varımızdır. Ərdəbildə Dədə dağımız var. Xiyavda da var, Sərabda da var, Dədə Əli dağımız da var, Baba dağı var Ankara'da, Kayseri'də. Və biz görürük ki, Baba dağı, məsələn, Xoyda var, Şəbistərdə var, Nəxçıvanda var. Hətta gedib paslara, məsələn, bir dənə Baba Kuhi dağı. Bu Şirazda da var, Kirmanda da var. Muğlada, Dənizlidə, Türkiyənin çox yerlərində Baba dağ vardı. Biz görürük ki, bu Baba, pəs həman dağa به عنوان bu ki, Xudayqan baxırdılar, Rəbbunno baxırdılar, Tanrı baxırdılar, oradan gəlir. Lap elə də gözümüzün qabağı ki, mən də bundan da aydın deyə bilmərəm, Heydər Baba. O dağın adına niyə Baba qoyublar, Heydər Baba qoyublar dağın adını. Yəni bu animizmi baxış, bu işi can verirdi, bu qələdir, bu hamıdır, bu ucadır. Və ona görədir ki, çox yerlərdə biz görürük ki, düzəngah yer olanda bu türklər ki, dağ tapanmayıblar, məsələn, şah ölübdür, bunun qəbrinin üstünə torpaq töküblər, daş yığıblar, qurğan düzəldiblər. Və bu qurğan üçün ucalığa, dağa etiqadları vardı. Niyayişlər gərək bunun üstündə olaydı, otu gərək bunun üstündə yandıraydılar. Siz görürsünüz ki, bunlar gediblər Mezopotamiya, iki çayın arası Fırat və Dəclənin arasına yaşayıblar Sumer təməddünün, Babil, Əkid. Biz görürük orada bu
ziqorat yaraldıblar. Sonra düzəngahdır, dağ yoxdur ki, safdır. برای اینکه haman bu həsrət, nostalji dağ var idi bunlarda və bu nisçil var idi. Dağın şeklini ziqorat deyirik da, bunu bir qurğan şeklində yaraldıblar və gediblər onun üstündə ibadət eləyiblər. Bu buradan nəşət alır ki, biz qayalar ki varımızdılar, qayalara bu ünvanı bir dənə əcdad baxmışıq. Hətta siz baxsaz Hindistanda da bu var da, Mitra ya haman günəş tanrısı, Misir ki biz deyirik, Misir qəmə əlində. Çünki onlar ki qərbdə yaşayırlar, bilirlər bu Dadqüstərilərin qabağında bir qız olar, gözləri bağlı, bir əlində tərazu, bir əlində qılınc. Haman Misir qəmə, Mitra qəməsi haman bunun əlindədir. Qayadan doğulubdur. Türklərdə deyilə bu qayadan doğulubdur. Və biz görürük ki, bu əcdaddır. Dağ bizə cəddidir, atadır, babadır həmişə. Baba və ana, nənə ki Sümerlərdədir. Bunlar da tanrılara deyərdilər. Biz məsələn Gürgür baba birdən deyirik. Gürgür baba, در واقع bu da tanrının adıdır, baba deyirik. Bunlar anime olublar. Yəni animate can verilibdir. Həm Amazonun bumlarında bunlar var, həm Amerikanın bumlarında var, həm Afrikanın bumlarında var və həm İranın bumları ki, türklərdilər, bunlarda bu vardı. Bu mənşə vardı, bu növ baxış vardı. Və biz görürük ki, bu Çəmli Belin 2-ci bölümü. 2-ci bölümü Beldir. Belistanımız var bizim Azərbaycanda. Beləsuvar varımızdır. Biləsuvar eləyiblər Cermidə. Bel daşı var, Belavar var Xoyda, Göyçəbelimiz var, Çənlibelimiz var, Şorabelimiz var, Ərdəbelimiz var ki, Arettabel olubdur da. Bel haman dağın o böyrünə deyiblər və Aretta da ki, Sümerlərdə buranı Aretta yazıblar Ərdəbili. Yahudilarda da dağa etiqad vardı qədimi. Məsələn, Sina ya Sion dağı, Səhyun dağı, Hindilərdə Himalaya dağı və Oləmplərdə Yunanlarda Oləmp dağı varımızdır. Bunlarda da təqəddüs vardı. Nə türklərə ta yaygın ola, çox mühüm ola. Çünki burada hərəkətdə bir dənə bu vardı. Bəli, onlarda bir dənə vardı ki, bu göstərir ki, o birisi millətlərdə də bu vardı. Amma Altaylarda bu dinin inali, həman eynəli orada mənə çox cəzzab və maraqlı gəldi. Mən əgər söysəz bir ara verək, ondan sonra gedək o birisi bölümə. Çok memnunum. Belki çok sorular vardı. Ay Taban, siz bu fakat icazə verirseniz bu eyni alanı çok güzel tavsif verdiniz. Türkistan məntəqəsində də o dağın adında, o irtibatı. Bir tane de bu al rənci ay doktor. Bəlkə Sorxab kəlmələri ki, məhəlli Sorxabdır və bilirik eyni alanda al rəngi vardı, qırmızı rəngidir baxanda. Şala deyirlər qızıl da vardı orada. Bu rənglə də irtibatda olmağına görə şey buyursaz məmnun oldum. Çünki bu Sorxabı bunlar sonradan qoyublar, Yox, Sorxu al. Sorxab yox, o sırdır əslən. Haman Şır tayfasındandır. Yəni Şırlar orada yerləşiblər, sırxab olublar orada. Və baxın biz eləyə bilmərik ki, indi gedək məsələn Hindistanda, məsələn gedək Meksikdə, gedək məsələn Afrikada, deyək ki, bunun adın etimoloji türkü ilə məsələn axtarırıq. Yox, ola bilməz ki, oranın özünün dili vardı. Burada da buranın öz dili olanda sırxab nə mənası vardı ki, biz deyək sorxabdır. Düzdür, burada məsələn dağa sırxab deyiblər, bəli xub bu dağın adı Lil gəlibdir, Yel gəlibdir və indi də Eynalı deyirlər. Bəli, bunlar hamısı məsələn o zamandılar ki, yazıb pozma bunların əllərində idi. 700 ilin içində bu ittifaqlar düşüblər. Əslində mən oranı şır görürəm və təxmən görmürəm. Ha deyəsiz ki, Ağbayraq özündən bir söz idi, atdı. Siz Professor Seyid Ofun kitabında da bunu eləyə bilərsiniz, araşdırıb və görərsiniz o da bu nəzərdədir. Çok sağ olun. Ay Taban, sizi de bir eşit sizi de Salam, eşitmemişim. Çok hoş xahiş geldin. edirəm, yorulmayasınız. Buyurun, sonra cana verək. Bir istifade Ustada eləsinlər. selamlar və tamam dostlara hər vaxtınız xeyir olsun. Moğəy ki biz deyirik al qırmızı ya alqan ya qızılqan, bu hardan gəlir? Bu bir sualdır ustadımızdan. Bir də demək olar ki, Həzrət İsa'nın da təvəllüdü beynəl o qırx qızı ki
suyun köpüyünə əl vururlar və hamilə olurlar. Eyni həman cərəyan به اصطلاح gəlir Məsihiyyətdə də ayrı bir surətdə ittifaq düşürür. Və ya به اصطلاح Qoşa çayının adında bu cığatı ilə Tatao adı hardan gəlibdir. Və bir çıxıbdı Yunandan, təqribən demək olar Ukrayna Yunan arasından onun bir üzündə Koroğlunun به اصطلاح əks zadı var, surəti var, bir üzündə Apollonun ki bunlar hər ikisi də bilirik ki ışıqdan gəlirlər. Çünki Apollo xudayı nurdur. Aya bunların bir-biri ilə rabitəsi var və deyə bildik ki, hər zamanın özünə görə bir Koroğlusu var idi və hər qovmun özünə görə bir Koroğlusu var idi. Bir də budur, bir də bu at ki, bir islah Türkün qanatıdır. Bu hardan gəlib keçibdi? Bir islah Yahudiyyətin mitolojisuna və adətlər. Çox məmnun, yorulmayasınız. Buyurun Ay Doktor, eşitdiniz söhbətlərə itaban. Kimya xanım, əgər sizin də Bəli, sualınız olsa, buyurun mən siz də eşidək. bəli, Buyurun. çox Cavab üzr verim, bundan istəyirəm. sonra bir sualı Buyurun. həttəmən eşidin. Əvvəl birincisi al, ucalıq, amma qırmızının da mənasını verir. Çünki vaxt ucalıq deyirik, günəş irtibatı vardır. Günəşə gedəndə günəşin rəngi sarı ilə qırmızıdır. Yəni qızıl rəngi, qırmızı rəngi məmulən günəşin rəngi tozuq olub və Azərbaycanlılar bu qırmızıya çox etiqadları vardır. Qızılbaşlar da oradan gəliblər. Qabaqcan bu mövzuda danışdıq. Bəs burada ikisi də paraleldir. Yəni al da ucadır, qırmızı irtibatı var və ala rəngi də və al rəngi də məmulən al bayraq məsələn deyək, yəni qırmızı bayraq. Amma məfhumi ki, əsatiri varımızda bu ucalıqdır. Yetişli cığati və tatau bunlar Moğolu bir kəlmədirlər. Ondan qabaq biz bilmirik, səbt olmayıbdı ki, bunların adları nə mənə idi və indi gətiriblər bunları farsa deyiblər. Ukrayn mövridində düzdür, hər zamanın malı Nəsrəddini var, hər zamanın Koroğlusu var. Amma biz deyə bilmərik, Herkul bizimkidir. Bu Herkul əsatiri Yunanındır. Aşil oranınkidir. Bilmirəm, Orfeus oranınkidir. Jason oranınkidir. Biz eləyə bilmərik. Koroğlu da buranınkidir. Ukrayn əslində Azərbaycanın torpağı idi. Qədim Azərbaycanın fərhəngi ki var idi. Cənub Ukraynadan Qırım, yəni o qismətlərəcən türk yaşırdı və siz oranın bastanşinasına baxanda, qəbirlərinə baxanda, inanclarına baxanda, yəni o tapıntılar ki, arxeolojiyada olurlar, biz oradan deyə bilirik ki, bu hövzəyə fərhəngi oradan çəkilmişdi. Düzdür, indi çox adam deyir, İran şəhər bir belə məsələn var. Niyə? Çünki Uyğurlar məsələn abdəst deyirlər, dəstəmaza. Kəlmə onda görə ərəb də deyək ki, ərəb şərh bir belə dünya çəkilibdə, Avropa da mənimkidir. Çünki orada da məsələn abdəst deyirlər. Ya ərəbi məsələn oxunur namazı. Bunlar gülməli sözdür. Biz bu dili qoyuruq kənara, biz deyirik arkeoloji bizə nə mənə göstərir yer altında. Əsas biz ona meyar tuturuq, yəni hövzəyə fərhəngi tutanda, yəni dərinтər baxırıq. Çünki dillər bir-birlərinə alış-veriş eləyiblər. Türkçü dildən də fars dilinə gedib, ya Turan şəhər məsələn gedibdi ta Bəndər Abbasıcan. Mən bu cür baxmıram. Mən deyirəm ki, bir dənə müşəxəs bir şərqi Türkiyədən siz tutun, Şimal Əraqdan tutun ta İsfahanın üst tərəfindən gəlin Türkmənistanın yaxınlığına bağlıdan Xəzərin bağlıdan. Gedin Ukraynanın cənubuna, ki Rusiyanın cənubu, Ukraynanın cənubu. Bu məntəqədə siz həmqonu, mənim bir kitabım vardı. Fikirəm onu yaymışam. Qətən fikirəm yaymışam. Telegram kanalımda Həmquni در Azərbaycan Bastan ki o kitabda sənədlərlə bunlar gətirmişəm, mənbələri ilə düzmüşəm və demişəm niyə bu hövzə eyni həmdir, به خاطر bu ki hamısı این arxeologlarla qoymuşam bir-birini müqayisəyə tətbiq eləmişəm. Çox məmnunam. Kimya xanım, buyurun. Mike burada, sizi də eşidək. Çox sağ olasınız. Mən Nadir bəy yazmışdılar. Çünki zəhmət çəkirlər, tayp edirlər, sualları var. Yazıblar eləyirlər. Fikir eləm siz dediniz ki, görmüsüz chatroom-u, amma Nadir bəyin bir sualı vardı. Əvvələnci təşəkkür ediblər ustadımızdan. Deyirlər ki, buyurduğunuz kimi su çox qiymətli və uğurlu olduğu üçün Savalan Səhənd və Səhvəlan mağarası adı sudan bağlısı ola. Məsələn, Savalan başında su durur. Su olan adlanmışlar Səhənd.
Gözəl açıqlamalarınıza görə su ələnd olsa bu dağdan çoxlu bulaqlar axırı. Bu ada adlanmış su ələnd ya su ələnən dağ. Qar səhvəlanda su olan qar adlanmış və sav ya səs biraz məncə tərsinə gəlir. Bu konuda da bir danışasınız. Çox təşəkkür edirəm. Həmidə xanım da bir şeylər yazıblar. Heyf olar ki, oxumayam. Yazıblar ılxıcı nehtər olur. Bir dənə də bir ayrı mövzuna işarə ediblər. Yazıblar ki, Alaşda bura adıdır. Alaşda bura adıdır. Türkcə əmin demək. Bu cür Aydötür, bunlara da bir cavab verəsiniz. Təşəkkür edirəm. Bilmirəm, mən eləyə bildim, düz oxuyam ya yox. Mütəvəccüh Baxın, oldunuz. bəziləri ki, bu nəzərlərini deyiblər, onların işim yox, amma sualanla mən qarşıyam. Bu dəlillə görə ki, bu zahiri bir etimolojidir. Həmişə zahirdən çox uzaq gəzin uşaqlar. Tüm bu buna oxşur. Məsələn, alman kəlməsi almağa oxşur ya ala oxşur. Həttəmən bu da türkçüdür. Yox. Biz həmişə mifik baxışımız olsun. Mifik baxışında ora sualan, yəni savalan ola bilməz. Siz morfoloji kəlməyə baxanda imkanı yoxdur. Bəzi ibdallar bəzilərini çönsünlər, bəziləri düşə bilərlər, çönə bilərlər. Amma onlar ki dilsizdirlər, bunu bilirlər ki, sualan ola bilməz. Bu oxşatmadır, qəşəhdir, ağla da batır. Amma savı oradan alırdılar. Çünki uzanlar dağ başına gedirdilər, vəhyə bağlanırdılar. Təbiətin ruhu ilə qarışırdılar, orada səy edirlər irtibat qursunlar, noxuşluqları aradan aparsınlar, yağış çox yağır kəssinlər, az yağır, yağış yağdırsınlar. Belə bir inanclar və düşüncələrin əsasında sav ənd və sav alan deyirik ki, bu vəhy mənasındədir. Çox sağ olun Aydötür. Hər halda sağ olun ki, kommentləri, chatləri bəzən mən görənmirəm, sonra açılır. Gec vaxtı. Amma Aydötür, buyurun idamə verin, bəqiyyə söhbətlərinizdə eşidək. Sağ olun. Çox sağ olasın. Mən bu axır yarım saatı da gedim. Əlbəttə çalışacağam ki, bizlərə uzun-tər olsun və sonra da suallara cavab verəm. Kəsri bəhsin qalsın son bölümünə və ondan sonra yeni cəzzab və etkili mövzularla gedək qabağa. Türklər bu iki Potanov, Ayin və Bavərhay Altay adında bir kitabı vardı. 1946-da Etnoqrafiyayı Sovetdə nömrə 2-də çap olub, səhifə 149-da belə deyir. Deyir ki, türklərdə belə bir inanc var ki, dağ baş tanrı ölgəndən gəlir. Biz ölgən dedikdə baş tanrı türklər sayırdılar. Dağı deyirlər o göndəribdi. Hunlar dağın başında qurbanlıq kəsərdilər. Mənim heç yadımdan çıxmaz. O uşaqlıqda ki, mən böyük anamgilin bacısı kətdə olardı. Biz gedərdik ora. Qərəz Ziyahəddin tərəfində bir kət vardı və orada məsələn bulan qurbanlıq olanda deyərlər aparacaq ocağa. Ocaq har idi? Bir dənə uca dağın başında bir ağac idi ki, bir bulaq var idi orada. Oranı ocaq deyərdilər. Yəni həman təqəddüsü dağ, ağac və su ki, üçü bir yerdə ola, bu bizdə var idi ki, biz Təbriz əslən çoxu bu cürsünə deyirlər də, deyirlər tapırdan gəlir. Yəni dağlar ki, orada tapınmaq yeridir. Tapi Kaşğəridə be məni ibadətdir. Bunun da bəhsini qabaqcadan eləmişik. Türk tayfalarının xalq ədəbiyyat örnəyi Katanov bunu tərcümə edib. Cildi 4 1907-də səhifə 590-da. Deyirdi ki, Türk xanımları müqəddəs dağları görəndə başlarını əyərlər və ona qayın ata deyərlər. Qayının atası. Qayındakı büyünərmə ya dünənərmə yazmışdım. Qayın ağacı tuz ağacıdır. Ya biz sənubər deyirlər, sepidar deyirlər, qələmə deyirlər, təbrizi deyirlər. Bunlar hamısı Təbrizin üçün ətrafında belə bir ağac var və hamısı da uca boydular, göyə bağlanırlar, onlardan dirək düzəldirlər, dayaq olar, qalin geyin, geyim, geyin görürsüz. Yəni itminən, qabil itminən. İndi geyin ata, geyin ana, geyin xatın, bunlar hamısı da bizim mənisi vardılar və bağlıdılar bu ağaca ki, burada nənni düzəldərdilər uşağa, şamanlar əsa düzəldərdilər və bu buradan gəlibdir. Amma yetişirik Zeynül Əxbara.
Zeynəl Əxbarda deyir ki, qımıqlar türklərin bir tayfasıdırlar. 3 dənə müqəddəs dağa oğ deyərdilər. Oğ ya oç ki, Gültəkin kətibəsinə biz baxanda ana anlamında gəlibdir. Bunu Bartol da gətiribdir. Cildi 8 1973-də çap olubdur. Ya biz məsələn bu qaya və daşlara ki tapınardıq və müqəddəs bilərdik. Məsələn Ağdaş, Qaradaş, Allah mənə bir qardaş. Bizdə bir belə deyim vardı da. Ağdaş, Qaradaş, Allah mənə bir qardaş. Bunu xanımlar oxuyardı. Onlar ki uşaqları olmazdı. Ağlı surətdə niyə bu cür dağa tapınırdılar və pərəstiş edirdilər? Çünki dağ mənbə sudur. Dağda qarlar yığışar, yağıntılar gələr, dağın döşündən görəsiz ki, bir bulaq, bir çeşmə axar gəlir eşiyə və ona görə fikir edirdilər ki, dağ su verir bizə. Ona görə dağ həm ucalığına görə, həm günəşdən verildiyinə görə və həm də bu suya görə. Amma bunların içərisində bizim ağacımız da var idi. Həman həyat ağacı ki deyirlər. Camnamızın üstündə vardı. Siz camların çoxunda görürsünüz ki, həm bu halda bir dənə keçidir. Bu ağacdan qidalanır. Yəni necə deyim, qəza yeyir və narış deyirlər də bu şeylər, Avropalılar. Orada biz görürük ki, təşlərimizdə də, qalıqlarımızda da bu vardı. Qaliçələrimizdə də bu vardı. Həmişə bu həyat ağacı mühüm olubdu. Oğuzxan da ki bilirsiniz də bu ağacın arasında bir qız var idi, onunla evlənir. Yəni ilk xanımısı o cürsün olur. Uzun zamanlardan sonra biz görürük Koroğlu da həman sudan faydalanır ki, ağacın dibindən gəlir və ona görə bu cür qəhrəman olur. Hunlar belə inanırdılar ki, boylu, buxunlu ağac, yəni ölkənin qorucusudur. Bu da Hunların inanclarında vardı. İndi gəlin buna qulaq asaq. Maaday Qara səhifə 159-dan deyir. Deyir ki, əgər sən ölsən, sümüklərin burada qalsın, dedi. Əgər böyüsən, qoy izin burada qalsın, dedi. Sənin başına saç vermiş bay həmin dövlətdə hakimə bay deyərdilər. Baybək də oradan gəl, Baybəyidir در واقع, dövlətli bəy ki, Babək bunu baba quçulu eləyib də məskərə bir gülməli bir ad, bay oradan gəl. Bay Altay qoy sənə yardım etsin, dedi. Sıx yapraqlı qayın qoy sənə alqış versin, dedi. Bunu yəni xeyir dua ünvanında işlədərdilər. Biz burada görürük ki, qayın ağacına da burada işarə olunubdur. Gözəllə buta. Gözəllə butada biz görürük ki, atası bu butiyə vermir qızın, gözəli vermir. Bunlar nə edirlər? Bunlar bahəm qaçırlar, ikisi qaçırlar dağa və dağda oturmuşlar bir qayanın yanında şirin-şirin danışırdılar. Orada görürük ki, bir dəstə bunun dədəsi yollayıbdır ki, gedin mənim qızımı bu tutun gətirin öldürəcəyəm. Dağ silkələnir. Göy şaqqıldır, dolu tökür və bunları bir qayanın altında gizlədir. Və dəstə də düşür, məsələn, tələf olur da, doluya tutulur, tələf olur, ölən ölür, qalan qaçır, gedirlər atasının yanına. Atası deyir ki, nə oldu? Tapdınız bunları? Çönür biri plan belə deyir. Deyir, yox, dağ onların tərəfində oldu, onlara sarı oldu. Yəni biz burada görürük, dağa tazaşdan can veririk və bunların tərəfində oldu. Gəlin Kaşqəridən deyək. Kaşqəridə gətiribdir ki, 2 dənə türk qəbiləsi bir-birinə savaşırlar. Və bunların bir qrupu çox idilər, yenilirlər, şikəst yeyirlər az cəmiyyətdən. Və sonra bunlardan bir-iki qalıb deyir ki, nəcür oldu, sizin cəmiyyəti çox idi, nəcür oldu, yenildiniz, şikəst yediniz. Deyir ki, o zaman ki, borular çalındı, davullar çalındı filan, gördük biz başımızın üstündə bir yaşıl dağ vardı. Göy örtdü və gözümüz qaraldı. Dağın qapıları açıldı, cəhənnəm otu yağdı başımıza və ona görə biz yenildik. Xülasəsi bu cürsün olur. Burada yaşıl dağ görünür, yəni
muraqib, hami. Bu yaşıllıq ki, dini məsələn rəngimiz bizim indi olubdur. Biz görürük kök orada da yaşıldır və qorucu, hami ki, yaxşı adamlardan himayət edir. Orada görürük gözəllən, mutab məsələn qoruyub. Burada görürük ki, yaxşı adamlar ki, cəmiyyətdə azdır, onları qoruyur. Uyğurlarda Qutlu dağ vardı. Qutlu dağ, Qutlu bilirsiniz də Qutdan gəlirik. Qut həm qorq ya wolfdur və həm san ya xورشیدdir, günəşdir. İki dənə mənası var. Sembolü, heyvanisi qutdur. Qutlu dağda deyəndə yəni bərəkət, xoşbəxtçilik dağı və biz ona görə deyək bayramımız qutlu olsun. Bu şəkildə türklərin arasında da vardı. Orada bir nəhəng qaya var idi. Yəni böyük bir təxtə səngi var idi. Və xan, Uyğur xanı orada gedir bir dənə Çinli bir qız söyür. Çinin xaqanına, bu türklərin xaqanı, Uyğurların xaqanı deyir ki, o qızı ver mənə. O deyir ki, o qutlu qayanı mənə verəcəksən. Deyir, gəlin götürün aparın. Gəlirlər Çinlilər, bu qayanı parça-parça edirlər, götürürlər aparırlar. Aparandan sonra idi ki, yazıbdır ki, quşlar, heyvanlar qayaya ağlayırlar, matəm saxlayırlar. Bulaqlar, göllər, sular hamısı quruyur və 7 gün sonra xan özü ölür. Nahid Sami Banarli isimli Türk ədəbiyyat tarixi səhifə 19-dan bunu dedim. Orada da bəs bizim qayamız görürük müqəddəsdir. Qayalarda bəzən qurğan düzəldərdilər, bunları yığardılar, daşlar bir-birinin üstündə, dağıtçılar bunları bilirlər və ehtimalən görüblər də, görməyiblər də özləri düzəltsinlər bunları da. Bu bizdə qədim rəsmidir. Və orada yalma bağlardılar. Yəni o ruban işi bağlardılar ora, parça ki bağlardılar, ona yalma deyərdilər. Və çoxdur. Bunlar yəni sabahacan da desək, türklərin bu kurqanların moridində qutulmayacaqdı. Amma Çinlilərin moridində gəlin bir morid deyim, qayın ağacını ki söhbət elədik. Tuğa və Selenqa çaylarının məsəbbində Qaraqumda 2 dənə ağac var idi. Bu Çinlilər yazıblar, bunun mənbələrində vardı. Türklərin əfsanəsi yazıblar. Yazıblar, türklər belə deyirlər. Tuğa, Selenqa çaylarının o məsəbbində Qaraqumda 2 dənə ağac vardı. Biri fıstıq ağacı idi, biri qayın ağacı idi. Və bunlar çox böyümüşdülər də. Elə bir cür olurdu ki, yel gəlirdi və musiqi səsi bunlardan gəlirdi. Bir gecə bunların başına zulaq düşür. Yəni işıq düşür. Şua, İyəs, məsələn, mah. Bu cür nə deyək ki, yoldaşlar baş tapsınlar. Və qapı açılır ağaclardan. Orada 5 dənə çadır kimi ev görsənir. Hər evdə bir uşaq vardı. Sanqur Təkin, Qutur Təkin, Toxaq Təkin, Ör Təkin və Boğu Təkin. Ki, lap bunların çiçiklərin görürük xaqan seçirlər. Yəni Çin əfsanələrinə görə türklər bu həyat ağacından dünyaya gəliblər. Bunu da nəzərdə tutun və yetişək ata. At iki soruşdular yoldaşlarımız. Buna görə cavablamadım ki, burada söhbət eləyək. Baxın, qam, şaman ya bizim uzanlar, bunlar bizim kahinlərin adlarıdırlar da, türklərin. Bunlar ayinlərində, yəni nümadlarında at bombanı bir iki tanrı tərəfindən verilibdi insana. Yəni o qədər böyük nəqşi var idi və o qədər böyük idi ki, ata ad qoyardılar. İndi ha bu məsələn göz itlərə ad qoyurlar və biz indi görürük ki, o zaman atlara ad verirdilər. Deyir, gəl vəhşi atım, gəl mənə nə edəcəyimi öyrət. Burada Koroğlu da deyir də. Biz görürük qırat ya durat, hər ikisi də insani cilvə. Yəni Koroğlu bunlarla məsləhətləşir, danışır. Qır həman qırat quratdır. Yəni Seyidovun 399-cu səhifəsində bu əğlabatan dedi ki, bu qurat olsun, yəni Tanrı tərəfindən. İndi səbəblərini də deyəcəm. Məhəmməd Hüseyn Təhmasib də Azərbaycan xalq dastanlarında səhifə 142-də bu da deyir ki, bu ot olmalıdır. Qırat, ota irtibatı var. Nə rəngi ki, siyahdır, qir, at. Məniyə quratdır və duratdır ki, bunların hər ikisində ataları dəryadan çıxıb da, atı ki, dəryadan gəlib. Ruhu, yəni sudan gəlibdir. Altaylarda əslən Köködeyini və Mırqeyinin atı.
Bilavasitə, yəni vasitəsiz sudan yaranıbdır. Canım qırat, gözüm qırat, səni minən alar murad. Hər yanında bir cüft qanat, İraq yollar ərmağandır. Burada hər yanında cüft qanat, çoxları deyirlər ki, bu ot qanaddır. Çünki bunun qanadları qabaqcadan atəşin idi, otdan idi. Və Yaqutlar Murad Urazın kitabında səhifə 107-də deyir ki, Yaqutlar deyirlər ki, itlərin, qəhrəmanların atları günəş aləmindən gəlir. Dəfələr bizim bu nəqillərimizdə, Azərbaycan nəqillərində, Koroğluda, Bəxtiyarda, 40 Qunçə xanım nəqlində, Məlik Duçar nəqlində, Şahoğlu Bəhram nəqlində görürük bu məsləhət verir insana, danışır, köməklik eləyir. Əslən Manas nəqlində Manas danışır və Əbu Rəşid Bakuyi Təxlisul Asar, Məlikul Koxar səhifə 103-də deyir ki, Toqquzlar, ki Oğuzlara deyir də, ata tapınarmışlar. Yəni bunlar ata səzdə elərdilər, pərəstiş elərdilər, o qədər mühüm idi bu. Bu da atın moridində və yetişirik atın moridində həttəmən siz Koroğlunun nəqlini oxuyun ki, bunun qanadları nəcüsün aradan gedir. Bunu özünüz gedin həttəmən bunun nəqlini tapın və indi də Huşi Məsnui var. Yazın ki, onu xülasə eləmədən məsələn denə. Və o xülasəsini deyəndə hətta məsələn qanadlarını təkid eləyin ki, işarə elə və o daha sizə eləyə biləcək köməklik eləsin. Yetişirik burada quş moridində. Bu günləri mən post vurmuşdum. Əlbəttə bəzi postlar müvəqqəti olarlar. O postda Həsənli camının üstündə bir qırğı vardı. Üstündə bir nəfər oturubdu. Bizim sadə uşaqlarımızdan ki, bəzən də çox istəyirlər çalışsınlar, amma bilgiləri biraz azdır. Bunu Numad-ı Səlcuqiyan mərif edirdilər ki, baxın burada iki başlı qırğı var. Yox, iki başlı da. Diqqət eləsəz orada ayağı da görsənir bir qızdır. Çünki qızla ağanın fərqi Cami Həsənlidə bu olur ki, kişilərin saçları tökülüb çiyinlərinə, qızların ki yığmadır bir zərrə. Ki biz tarix boyu görürük bu qızlar saçların iki hörərdilər. Kişilər amma açıq saxlardılar ki, arxadan bunlar bülünsünlər ki, kişidir, xanımdır, bu bülünsün. Biz görürük Məlik Məmməddə bu vardı. Rivayət ki, Qafqazda vardı, quşun adı Qızıl anadır. Orada bir otdan bu uşaqlarını qurtarır, quşun uşaqların, Qızıl ananın uşaqlarını qurtarır. Zamanında da Məlik Məmməd quyuda olanda, zindanda olanda bu Qızıl ana quş gəlir bunu qurtarır. Bir rivayətdəki Azərbaycan rivayətidir, əjdahanın əlindən Zümrüdün uşaqlarını qurtarır, Zümrüd quşunun və ona görə bir zamanda bunu qaranlıq dünyadan işıq dünyasına aparır. Amma şayad 2-3 dənə məsələ deyən burada ki, ilginc ola, cəlib ola, bəlkə gələcəkdə ayəndə də bunların üstündə çoxları eşidəcəklər, bunları yazacaqlar, danışacaqlar. Bunlar örnək olsunlar, yol olsunlar. Sumerlərdə haman quşun tayının adı vardı. Nə mənədir? Anzu imduğud. Anzu imduğud, anzu imduğud, baxın, zümrüd quşu. Görün nə qədər qulağa tanış gəlir bu səs. Ki farslar da gətirib də bunu deyiblər, necə fars eləyək zümrüdü və zalı getsin bu da saxlasın dağ başında, o da qorusun. Eləyiblər zümrüdü, deyiblər zümrüd simorğudur. Oxşadıblar simorğa, nə 30 dənə toyuq. 30 dənə toyuq axı nə rəbti vardı, mən bilmirəm. Hər halda Yaqutlar orada da vardı. Həman Kügedeyni ki, orada biz görürük ki, bu uşaqların qoymur yesinlər. Əjdaha qoymur uşaqların yesinlər. Və siz gəlirsiniz Sumerlərdə Luqalbanda varımızdır. Luqalbanda Əmmərkarla Bilgəmişin arasında bir şahdır. Yadıma gələn Kişdə olurdu, o şəhərdə olurdu. Orada biz görürük ki, Anzu da adı. Təzəşdən Z kəlməsinə gəlin. Müraqibət edirik, uşaqlarını saxlayır bu quşun və ona görə gəlir bunu aparır. Yəni qəhrəmanımızı götürür, Luqalbanda da aparır. Huruların arasındakı Suriyənin şimal tərəfindən ta Azərbaycana varidlər bu Atanədir. Atana bu da bir padişah idi. Tufandan sonra padişahlarından, yəni Nuh tufanından sonra uşağı yoxdur. Plant of birth. Bir
göy ki, uşaq dünyaya gətirər, yəni köməklik elər. Onu axtarırıq və ona görə bu ilan ki, qırğı ilə davası var. Qırğı gedib ilanın yumurtalarını yeyibdi. Ona görə tanrılar bu qırğını salıblar bir quyunun təkinə. Baxın, quyunun təkində həmin Məlik Məmməd də orada idi. Siz burada Urmiyədə Zindanı Süleyman, Təxti Süleyman ki deyirlər, orada da zindana baxsaz bir dənə dağın quyusundadır. Ki etana bunu nicat verir. Etana gəlir oradan bunu qurtarır və dastanlar ki uruca yetişir. Məmulən quş insanları Türk fərhəngində qaranlıqdan nicat verən, işığa, uruca tərəf aparandır və ona görə deyir ki, əkil-bəkil quş idi. Divara qonmuş idi. Əlbəttə bəzilərində bağçaya qonmuş idi. Mən özüm uşaqlıqda ki eşitmişdim, ağaca qonmuş idi. Bəs ona görə elə ağacı deyim ki, hətta özüm eşitmişəm və bilirəm Təbrizdə bu cür deyərdi Azərbaycanda. Əkil-bəkil quş idi. Ağaca qonmuş idi. Getdim onu tutmağa, o məni tutmuş idi. Meydana salmış idi. Meydanın ağacları dən gətirib quşları. Çəpər çəkdim, yol açdım, qızıl gülə dolaşdım. Bir dəstə gül dərməmiş, anası gəldi, mən qaçdım. Burada bəkil, əkil. Əkilmək üçün müşəxəsdir da. Biz gizlən palancılanda əkildik. Yəni gözdən gərək gedə. Əkil-bəkil quş idi. Pəs burada görsədir ki, bu bir dənə zümrüd kimin, ya Sümerlər kimin, Anzu ya İmdoğu kimin bir dənə quş idi. Və bu ağaca qonmuş idi. Getdim onu tutmağa, o məni tutmuş idi. Yəni o qədər böyük idi ki, şikar elədi məni. Dədə Qorqud da cəlib nə mənədir? Bir dənə nimə mifik bir, yarımçılıq mifik bir tanrı var. Bəkil adında. Əkil, bəkil. Orada bəkil gəlibdim. Bu bəkilin cəlibliyi nə mənədir? Şikar tanrısına mən oxşadıram. Yəni şikar tanrı, ovçuluq. Deyir ki, bu gedərdi, kəyik tutardı. Yəni gəvəzni, məsələn, xassi ki, Azərbaycanda vardı da, bunlar neçə cürdülər. Bizdə çox da indi maral vardı. Keyikdə əgər çox arıq olsaydı bunun qulağını dələrdi, ötürərdi. Və ona görə gələcəkdə ki, bu gedərdi, kökələrdi, bu heyvanı o birisi ovçular, şikarçılar tutardılar, deyərdilər ki, bu bəkilincidir. Ya, məsələn, niyə biz deyirik ki, bu bəkil xudayqan şikardır ki, gəlib Dədə Qorqud da bu şəkildə real olubdu, insani cilvə tapıb. Çünki Oğuz elləri deyir ki, bəkil gələndə ovçuluğa, şikara gedərdilər. Seydov səhifə 339-da deyir ki, şikarçılar bunu şikarda oxuyardılar. Əkil-bəkil quş idi. Əgər şikarçılar, ovçular ovda bunu oxuyardılar, pəs bu bir ayini bir mərasim idi. Və ona görədir ki, hər yerdə bu heyvan taparlar ki, qulağı məsələn dəli ola, ya burnuzunda ağ maraldan keçidən ağ ola, bu xoşbəxtçilik və şans nümadıdır, xoşbəxtçilik nümadı olubdur. Yaqutlarda da baş tanrı məmulən keyik, yəni gəvəzn olubdur. Tuyin, tanrı tuyin, ulu tuyin ki, onlar deyirlər. Bu nümadı xoşbəxtçilik gəvəznidir. Siz Azərbaycanda və Türk dünyasında hər cami, hər məsələn boşqabi, hər yerdə gördünüz bu gəvəzni vardı, irtibatı vardı ona. Səndibadda da əlbəttə bu adı kartununa baxsaydınız ki, nicat verirdi, quş bunu nicat verirdi və bu da oradan riş alıbdı, yəni gedibdi o fərhənglərə. Əkil pəs antropomorfik olubdu. Yəni bir dənə insan olubdu, gedib Dədə Qorquda çox əvəz olub da, bu mifoloji müşəxəsdir ki, uzun zamanlar gedibdi. Yaqutlarda baş tanrıdır. Və Potapov kitabı ovçuluq inancları deyir ki, bu maralın qulağında dəlmaq nişanə xoşşanslıqdır. Yəni bir dənə indi maral tapasınız, gəvəzni şikar eləyəsiniz və onu gətirərdilər. Altaylar məmulən bir dənə bişirəndən sonra təxtə qaba qoyardılar. Təxtə qabda dizlərində ilk bucaq ki, hara tərəf olsaydı düşünəydilər ora və bir seri ata-babaların ruhlarına zadına alqışlat deyərdilər. Bu rəsm bastanı göstərir ki, bu təxtə qaba qoymaq nişanə budur ki, lap da o hələ dəmir çağından da qabaq, o zaman ki, filiz kəşf olmayıbdı. Gedin məsələn 10 min bundan qabağın bir rəsmlərindədir. Və siz Azərbaycanda da bu görürsünüz. Dağ keçiləri, onların burnuzlarını qapılara vurardılar. Nümunəsi
Məsələn, Şəms minarəsində siz görürsünüz ki, 28 rədif, hər rədifdə 40 dana burnuz, onun əksini də Telegram kanalımıza qoyduq. Orada burnuzlarla bunu bəzəyiblər. Çünki bu nişanə xoşbəxtlikdir, nişanə şansdır, nişanə uğurdur və bu rəbti vardı dəqiqən bu mətalibi ki, bu gün nərmə dedik onlarla. Mənim söhbətlərim qurtuldu. Sizin suallarınıza qulaq asıram. Əgər bir sual olsa onlara cavab verəm və sizi Allaha tapşırıram. Çox məmnunam ay doktor Rəhim bəy, çox gözəl. Ay Taban sizi eşidəcək. Sonra əgər sual olmasa xanım Elmira o birisi dostlar da aşağıda kommentlərdə Kimya xanım otağımızın sonu verirsin. Buyurun Ay Taban. Siz. Mən bir dənə fəqət kiçik sual edirəm. Bəndər Abbasın şimalındakı dağa bu günlərimə Gənov deyirlər. Aya bu türkü lüğəti deyil və bu nə zamandan orada beslə olubdu? Çün bilirsiniz ki, xatirəyə cəmiyə millət çox tezliklə əvəz olmaz. Nə zamandan bu ad orada vardı? Çox məmnun. Ay doktor, mən də bir zat soracağım. Bu Şəhriyarın şeirində siz üçün bu dağlara görə danışdınız. Fikir edirəm, dağ bizlərin yanında çox hörməti vardı. Şəhriyarın bu Səhəndiyə kitabında deyir, çox can verir kamilən. Deyir, şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim, başı tufanlı Səhəndim. Yəni hətta buna don giydirir. Deyir ki, sən yaşıl don giydin. Ona görə bəlkə bu şeiri də bir günlərin bir açıqlayaq. Ya buna görə bir sözünüz var, bu gün bizlə paylaşın. Axırı otağa yetişmişik. Buyurun ay doktor. Axır sözü sizdən alırıq. Bəli, ay Taban. Mən bəşliyim. O qədər söz gəlir ki, da hərdən bu salam و عرض ədəb و bu cür bir sayğı bir sözlərin demirəm. Bunu sayğısızlıq saymayın. Mən ehtiram qailəm hər kəsi ki, burada sualı soruşur gəlir. Bəli, mütəmərkiz oluram bu sözləri bir yerdə deyəm, ona görə bu şəkildə olur. Siz buyuran düzdür. Mən əlbəttə bu cursuna baxıram ki, biz dəlillə də gərək bu deyək. Əgər Gənov bizim dilimizə irtibatı vardı və o dövrdə hangi adlar var? Məsələn, o məntəqəyə çox yaxın bir dağ vardı. Dağın adı nə mənədir? Dağın adı İsindir, ısınmaqdan gəlir. Və mən ona görə bu cursuna baxıram ki, bəli, bu irtibatı ola bilər. Çün Səfəvilər zamanı siz gəlirsiniz, gəmi burun məsələn ora deyiblər. Sonra bunu çeviriblər, Avropaya ad eləyiblər, fars eləyiblər, hər cür eləyiblər. Amma gəmi burun, yəni burun ki bilirsiniz bəndərə deyirdilər də, yəni o dəmağa, təncik orada olurdu. Dəmağı ki orada gəmilər gəlirdilər. Çox təbii ki biz bilirik bu türk addır, amma gətiriblər onları bilmirəm xərçəngi rəbti veriblər, hər zadə rəbti veriblər. Hər halda isinə görə mən çünki oranın düz yaxınlığında o İsin dağı vardı. Mən ona görə fikir edirəm ki, bəli, onun da Türkiyə, çünki axar bir çaydı ki, o dərmanı bir şeyi vardı insanlara oracan ki yadımdadır. Mən onları araşdırırkən hala Arxo, Ərxo, Gənov bunlar hamısı görəcək ki, Sumerdən qalmadılar, onlara yetişəcək. Bəli, Kimya xanım, siz buyuran da dəqiqən düzdür. Şahdağım, çal papağım, el dayağım, şanlı səhəndim, başı tufanlı səhəndim. Başda Heydər Baba tək qarla, qırovla, qarışıbsan, son ipək telli buludlarla, ufuqda sarışıbsan, savaşarkən barışıbsan. Kamilən insanıdır da savaşarkən barışıbsan. İnsan bu iş görər. Göydən ilham alalı sirri səmavata deyərsən. İndi ki bu oxuyuram, siz gəlin bugünkü bəhsin gözlüyü ilə, eynəyi ilə baxın. Göydən ilham alalı. Hey biz Aladağ dedik, Baba dedik və bunlar hamısının göydən ilham alalı. Biz dedik sav alırıq, savalan, savən. Göydən ilham alalı sirri səmavata deyərsən. Hələ ağ kürkü burun, yazda yaşıl donda ciyərsən, qoradan halva yeyərsən, döşlərində sonalar sinəsi tək şux məmələrdə nə sərin çeşmələrin var. O yeşil telləri yel hörmədə aynalı səhərdə işvəli
eşmələrim var. Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın. Yanlarında dərələr var. Qoy qələm qaşların uçsun fərələrlə. Hamı baxsın, başlarında herələr var. Yəni bu o ətəklərdə nə qızlar yanağı lalələrim var. Qızlar yanağına bənzədir. Quzular otlayaraq neydə nə xoş nalələrim var. Ay kimi halələrim var. Və bəli, biz cələsədə inşallah bu mövzuddakı çox uzun bir gözəl bizim ədəbiyyatımızın şahkarlarından Səs yoxdur, Elgar bəy, mənim səsim var. Bəli, mən o qədər Bakıya düşdükcə tərəddüd edirəm, deyəm şaid məndə səs yoxdur. Sizlər eşidirsiniz. Buyurun. Öldürün Eləyir. axır söhbətini eşit, yəni bir neçə saniyəlik, bəli, maykı bağladım, təvəccüh oldum ki, otaq başa sona çatıbdı. Ay doktor, sizdən neçə saniyəlik eşitmədik ha axır söhbətiniz əgər var, maykınızı buyurun, əgər ki yox, mən otağı sonlandırım. Çünki səs çox getmir. sağ olasınız. Təşəkkür edirəm. Səsiz vardı. Yaxşı gecəniz olsun. Canınız sağ olsun inşallah. Ləy tabanı. Siz əziz dostlardan da çox-çox təşəkkür edirəm. Bizə yazdınız, bizi eşitdiniz, bizimlə bərabər oldunuz. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş öncə Xuda, sonra vermiş vətənim nəşv və nima. Vətənim verdi mənə nan əmək, vətəni məncə unutmaq nə demək. Çox sağ olasınız. Hər zamanki kimi axır şeirlə otağımızı bağlayacağım. Sağlıqla qalın, səlamətliklə. İnşallah 2 həftə sonra yenə bir-birimizlə görüşüb, bir-birimizi eşidib və yazarsınız. Biz də siz yazılarınızı gördükcə sevinərik. Sağ olun. Ey vətən oğlu düşün, bil ki tənin